Salam əziz tələbələr, hər birinizi xoş gördük. Bugün sizlərə 6 aprel tarixində keçirilmiş sınaq imtahanında istifadə olunan məntiq testlərinin izahını verəcəm. Başlayaq 51 nömrəli sualdan. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını bərpa edib fərqli sözü tapmalıyıq. Anagram mövzusuna aid olan bir tapşırıqdır. Baxaq A variantdakı hərflərdən hansı sözü alarıq. Burada qağayı sözü alınır. B variantındakı sözdən qanad sözü alınır. C-dən pingvin sözü alınır. D-də toyuq sözü alınır. Y-də isə bayquş. Fikir versəniz, A-dır, C-dir, Y-dir, D-dir. Bunlar hamısı quşdur. B isə quş yox, quşun bir hissəsi, yəni qanadıdır. 4-ü quşdur, biri fərqlidir. Bizdən də bu fərqli sözü istəyir, o da B variantıdır. 52 nömrəli sual qeyri-aşkar operatorlar mövzusuna aid olan bir sualdır. Biz belə rəqəmlərə, belə ədədlərə, yəni 36, 24, 45, 29 iki rəqəmli ədədlər görəndə əvvəlcə bunlara biz tək-tək rəqəm-rəqəm baxmalıyıq. Yəni 36, 24-dən 28-i almalıyıq. Biz əvvəlcə 36-ya 3, 6, 2, 4 kimi yanaşacağıq. Buradan yoxlayırıq bir neçə versiya, görürük ki, alınmır. Sonra belə baxa bilərik. Hər ikisinə ədəd olaraq, yəni 36, 24 belə də alınmır, bir dəfə də belə yoxlayarıq. Birinə ədəd, birinə isə ayrı-ayrılıqda rəqəm kimi baxaq. Gəlin 36-yı 36 olaraq saxlayaq 36-nı, 24-ü isə 2 və 4 kimi baxaq. Yəni 2 vurulsun 4 kimi yazaq. 36-dan da 8 çıxanda 28 qalacaq. Hamısını yoxlasaq, 45-dən 2 vur 9, 18 çıxanda 27, 63-dən 4 vur 3, 12-ni çıxanda 51, 72-dən də çıxmalıyıq nəyi? 72 çıxılsın, 3 vurulsun 5. 3-ü 5-ə vuranda 15, 72-dən də 15 çıxanda 57. Düzgün cavab D variantı. Sonra gəlir 53 nömrəli sual. Şəkil əlaqələri mövzusuna aid olan bir sualdır. Bizə bir nümunə verib. O nümunə əsasında biz sual işarəsini tapacağıq. Baxaq görək hansı qanuna uyğunluq var. Əvvəlcə bu şəkil, bax bura baxın, birinci şəkildən ikinci şəkilə ox işarəsi qoyub. Hansı qanuna uyğunluğa keçibsə, eyni qanuna uyğunluq burada tətbiq eləməliyik. Əvvəlcə bu şəkili, buradakı verilmiş şəkilləri nömrələyək. Bura 1, bura 2, bura 3, burada 4 yazaq. Görək buradan bura necə keçirilib. Görürəm ki, 4-cü şəkili gətirib bura qoyubdur və 90 dərəcə çevirib gətirib. İçərisindəki rəngində dəyişibdir. Sonra 1 nömrəli şəkili götürüb gətirib ortaya yazıb, 3 nömrəli şəkili götürüb yuxarı yazıbdır, 2 nömrəli şəkili də 45 dərəcə sola çevirib gətirib bura yazıbdır. Baxın, bu rombun yuxarısında dairə var. Bu dairənin burada qalması üçün şəkili bütövlükdə 45 dərəcə sola çevirməlidir. İndi eyni qanuna uyğunluğu bura tətbiq edəcəyik. Buranı da nömrələsək 1, 2, 3, 4. İndi nə edibdir? Bu 4-ü götürüb bura 90 dərəcə çevirib. Mən də buradakı şəkili 90 dərəcə çevirib burada yazmalıyam. Və keçidlərdə fikir verirsə, rənglər də dəyişirdi. İndi eyni qanunu burada gözləməliyik. 4-ü sola, daha doğrusu saat əqrəbi istiqamətində sağa çevirib yazmalıdır. Bax, budur burada. İndi görək, B variantında başqa şəkildir, C-də başqa şəkildir, D-də başqa şəkildir. Yəni A variantına Y variantının arasında qaldı. Belə olan halda A variantı ilə Y variantının arasındakı fərqə baxacağıq. Qalar A variantı ilə Y variantının arasındakı bir dənə fərq, bax, budur buradakı şəkildir. Qalanları hamısı eynidir. O da hansı şəkildir bizdə? Bax, budur bu 2 nömrəli şəkil. Gəlin görək bu yuxarıda 2 nömrəli şəkili necə gətirirdi? 45 dərəcə sola çevirib gətirib atırdı bura. İndi mən də burada verilmiş şəkili, bax, budur bu 2 nömrəli şəkili 45 dərəcə sola çevirəcəm. Baxın, budur bu iti tərəfi var ya, budur burada. O 5 bucaqlının iti tərəfi. Bunu 45 dərəcə sola çevirəndə belə qalmalıdır. İti tərəfi şimal, şərqə doğru baxmalıdır. Mən də baxıram, məsələn, Y variantı görürəm iti tərəfi bu tərəfə baxır, cənub-qərb tərəfinə baxır. Amma A variantda görürsünüz, bax, budur burada 45 dərəcə çevirməklə. Belə deyək də, azimut bucağı çəkəcək. Bax, bunu bura gətirməlisi 45 dərəcədir. Biz də indi bunu 45 dərəcə sola aşıranda, buradan bura gələndə 45 dərəcə, biz də bunu sola aşıranda buradakı versiya kimi qalmalıdır, A-dakı kimi qalmalıdır. Düzgün cavabımız olacaq A variantı. Sonra gəlir 54 nömrəli sual, cədvəllər mövzusuna aid olan sualdır, qeyri-aşkar cədvəllərdir. Və cədvəllərdə biz qeyri-aşkar operatorlardan fərqli olaraq bəzən qalıq
və qismətlərdən istifadə edirdik. Məsələn, sütunu sətrə bölürdü, qalığı yazırdı və yaxud da ki, sətri sütuna bölürdü, qisməti yazırdı, qalığı yazırdı. Bəzən də olurdu ki, qalıq və qismətin hər ikisindən istifadə edirdi. Yəni, bölürdü, qalığı qismətə vururdu, qalıqla qismətin cəmin və s. Burada görürsünüz, fikir versəniz, 27 ilə 4-dən alıbdı 9-u. 27-ni 4-ə bölür 6-da və düşür. Qalıq qalır 3. 6 üstə də 3 gəlir 9. Yəni, qalıqla qisməti toplayıb yazıb. Məsələn, burada 4 yazıbdır. Bu 4-ü 14 ilə 6-dan alıbdır. 14-ü 6-ya böləcəm. 2 dəfə düşəcək. Qalıqda qalacaq 2. 2 ilə 2-ni toplayacaq, eləyəcək 4. Hamısını da yoxlasaz ödəyəcək. Gəlirsiniz sual işarəsini alanda 22 ilə 6-dan sual işarəsini almalıyıq. Necə alar? 22-ni 6-ya bölərəm. 3 dəfə düşər, qalıqda qalar 4. 3 üstə də 4 gələrik, eləyir nə qədər? 7. Düzgün cavabımız C variantı. Sonra gəlir 55 nömrəli sual. Hissələrin birləşməsinə aid olan bir sualdır. Burada ya istəyirsiniz variantlara uyğun verilmiş şəkili parçalayın, ya da variantları yığın. Hansı artıq qalırsa cavabınız olacaq. Hansını yığa bilmirsə cavabınız olacaq. Hər hansı bir variantın üzərində işləyə bilərsiniz. Məsələn, mən bütün variantları bu C variantının üzərində yıxsam, baxın, bunu burada var. Yəni, bunu biraz çəkin belə. Bax, B variantındakı hissəni götürüb gətirib bura qoysaq, o B variantıdır. Bu C variantı onsuz öz yerində idi. Sonra, baxın inşallah, buradan aşağıya xətt çəksəm belə, biraz səliqəsiz olsa da, baxın, bu olacaq A variantı. Bunu da bura birləşdirəndə, bu da olacaq D variantı. Bu A variantı bura gəlməlidir. Bu da olacaq D variantı. Bax, B variantını bura qoyduq. C variantı öz yerindədir. D variantı, bax, buradakı şəkil bura gəlir. A variantı da burada trapesiya çəkilir. İndi trapesiyanı biraz səliqəsiz çəkdim. Mən düzəldim onu. Belə. Bu olacaq A variantı, bu D variantı, B, C. Bir dənə orada yığa bilmədiyimiz E variantı artıq qalır. Sonra gəlir 56 nömrəli sual. Qanunlarını müəyyən edib, sual işarəsinin yerinə yazılacaq variantı tapmalıyıq. Ardıcıllıq mövzusuna aid olan bir sualdır. Burada baxsaq, uşaqlar, 1 təkcə qalır yerində. 1 üstə 1 gəlir 2 rəqəmləri toplayır, yəni ədədin rəqəmləri. 1 üstə 2 gəlir 3. 3 üstə 2 gəlir 5. 4 üstə 4 gəlir. Deməli 8. 6 üstə 7 gəlir 13. Bunlar Fibonacci ədədləri gedir. Yəni rəqəmləri toplayanda Fibonacci ədədlər alınır. 1 üstə 2 gəlir 3. 2 üstə 3 gəlir 5. Yəni ikisini toplayır, növbətisində yazılır. 3 üstə 5 8. 5 üstə 8 13. 8 üstə də 13 21 olmalıdır. Həmin variantlarda rəqəmlərinin cəmi 21 olanı axtarmalıyım. O da C variantında fikir versəz 6 üstə 8 14. Üstə gələr 2 7 edir 21. Yəni düzgün cavabımız olacaq C variantı. Sonra 57 nömrəli suala baxaq. Verilmiş sözlər arasındakı məntiqi əlaqə əsasən analoji variantı seçməliyik. Sözlərin ardıcıllığı da burada nəzərə almalıyıq. Baxın burada pomidor yetişir harda? Bostanda formalaşır, yetişir. Meyvə kompotda formalaşmır. Bank kreditdə formalaşmır. Telefon formalaşmır. Amma idea beyində formalaşır. Yəni, bax, pomidor bostanda formalaşır, idea da beyində formalaşır. Düzgün cavabımız olacaq C variantı. 58 nömrəli sual aşkar operatorlara aid olan bir sualdır. Yazıb 2 dairə operatoru, yəni 2 vurulsun A, dairə operatoru B bölünsün 3. Bir-birinə bu kəsirlər bərabərdir. Kəsirlərin bir-birinə bərabər olmasının surətə, məxrəcə bərabər olmalıdır. Yəni, belə deyək, bu hissəni bərabər eləməliyik A plus B-yə, bu hissəni də bərabər eləməliyik A minus B-yə. İstəyirsiniz burada, yəni bu operatora bir dənə X deyin, bu operatora da bir dənə Y deyin, sadələşdirin. Bunu sadələşdirsəm belə yazaram bura. 2X bölünsün 3,
bərabərdir A üstə gəlinsin B-yə. Yəni A, bax budur bu hissəni istəyirəm məndən 12 dairə 4. Buradan x-i tapanda necə olar? Deməli 2x bərabərdir. Deməli 3 vurulsun A üstə gəlinsin B. 3 vurulsun A plus B. Biz də bilirik ki, operatorun solu sola, sağı sağa bərabər olmalıdır. Yəni A bərabərdir 12-yə, A bərabərdir 12-yə, B də bərabərdir 4-ə. Gətirib yerinə qoysaq, buradan 2x bərabərdir 12 üstə 4, 16, vuraram isə 48. X də bərabərdir 24. 48 2-yə böldü 24. Deməli, biz 12 dairə 4-ü hesabladıq. Aldıq nə? 24. Yəni, aşağıdakını da A minus B-yə bərabər eləməliyim. Yəni, nə? 5y bölünsün 4 bərabərdir A minus B-yə. Burada da yenə görürəm ki, A bərabərdir 12-yə, B də bərabərdir 4-ə. Solu sola, sağı sağa bərabər edirik. Və 12-dən də 4 çıxanda qalar nə qədər? 8. 5y bərabərdir 4 vurulsun 8. Buradan da y bərabərdir 32 bölünsün 5-ə. Yəni biz aşağıda hesabladığını aldıq. 32 bölünsün 5. Yekun olaraq burada yazsam 24 bölünsün 32 bölünsün 5 hesablamalıyam. Kəsiri kəsirə böləndə birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə vurulur. Yəni 24 vurulsun 5 bölünsün 32 olacaq. Buradan da 24 ilə 32 8-ə gedəndə burada qaldı 3, burada qaldı 4. 2-də 5-ə vuranda 15, burada qalacaq 4. Yəni bizim yekunda cavabımız olacaq nə? 15 bölünsün 4. Bu olacaq düzgün cavab B variantı. Sonra gəlir 59 nömrəli sual. Kublar mövzusuna aid olan bir sualdır. Deməli. Biraz balacalaşsın. Kubların ən yaxşı üsulu, yəni kubun qapalı versiyada olan kubların ən yaxşı üsulu həmin kubu açmaq. Gəlin bu kubu əvvəlcə açalım. Kubu açanda necə açırıq? Standart kub versiyasına gətirməliyik. 3 dənə üzü bir xətt üzərində, 4 dənə üzü də bir xətt üzərində olmalıdır. Standart kubumuz bax bu versiyadır inşallah. Bunun rəngini dəyişim. Deməli, burada birinci verilmiş kubda fərq yoxdur. Birincində, ikincində, üçüncüdə hansının ürəyiniz istəyir? Məsələn, mən birinci kubda ön hissədə gördüyümüzü gətirib burada mərkəzə. Bu hissəyə yazıram. Birinci nə görürəm orada? Ağ dördbucaqlını gətirib buraya yazıram. Sonra üstündə yazıb dairə, yazıram dairəni. Sağında da yazıb qara dördbucaqlı, balaca qara dördbucaqlı. Bunu da burada yazın. O buralara keçmədən kubun oturacaqların yan üzlərinin üzərində aşıra bilirdik. Düzdür? İndi dairəni aşırsan, bax burada. Dairəni aşırsan burada. Dairəni aşırsan burada. Arada bir dənə qırıq-qırıq xətlərlə nişanlayaq. Sonra baxırıq ki, qarşı üzləri tapsaq. Məsələn, bu dairə ilə bu dairə görsənir. Bu düzbucaqlığında bu düzbucaqlı. Qarşı üzləri necə tapırdıq? 2 dənə kubda. Belə deyək də, görünən üzləri silirik. Yerdə qalan üzlər bir-birlərinin qarşı üzləridir. Baxın, birinci kubla ikinci kubda hər ikisində görünən üz var. Dairəni görürəm, dairəni görürəm. Düzbucaqlını görürəm, düzbucaqlını görürəm. Deməli, ağ düzbucaqlını burada görmürəm, qara böyük düzbucaqlını burada görürəm. Deməli, bunlar bir-birlərinin qarşı üzləridir. Yəni, ağ düzbucaqlının qarşısında bütöv qara düzbucaqlını çəkməliyəm. Ağ düzbucaqlı budur. Qarşısında da deməli, bütöv qara düzbucaqlını çəkəcəm. Onu da çəkirəm, burada. Sonra keçirik üçüncünə. Üçüncüdə yazıb ki, qara düzbucaqlı, üzr istəyirəm, ağ düzbucaqlı, sonra bütöv ağ, sonra dairə. Saat əqrəbi ardıcıllığına baxmalıyıq burada. Üzlərin mövqesini tapmağımız üçün. Əvvəlcə ağ düzbucaqlıdan, sonra ağ bütöv düzbucaqlıdan, sonra ağ dairə. İndi o qanunluluğu, o ardıcılığı burada yaratmalıyıq. Burada ağ düzbucaqlıdan sonra nələr gələ bilər? Qara dairə gələ bilər, qara düzbucaqlı gələ bilər. Amma bizdə nə gəlməlidir? Ağ düzbucaqlı. Ağ düzbucaqlı, yəni saat əqrəbi istiqamətdə geçsin, bir dənə qalıb. Ora bura. Ağ düzbucaqlı buradır. Buna saat əqrəbi ardıcılı qurursam ağ düzbucaqlı, ağ bütöv
düzbucaqlı, sonra da dairə yaratmalıyam. O da budur buradadır. Dairəni də burada yaratmalıyam. Və biz də bilirik ki, bu sol tərəfdəki üz elə buradakı üzdən eynidir. Yəni bunu olduğu kimi qopardıb sağa, soldakını sağa, sağdakını sola apara bilərik. Yəni bu ağ düzbucaqlını oradan qopardıb gətirib bura yazıram. Və bizim oldu bu kubumuz. İndi bizdən istəyir ki, ən sonda qara dairə üstdə olsun, sonra y gəlməlidir, sonra da x gəlməlidir. Baxaq görək. E, Məsələn, A variantında yazıb ki, qara dairə ilə qara düzbucaqlı, qara dairə ilə ağ düzbucaqlı. Bax, bunlar qarşı üzlərdir. Onlar necə eyni anda görünər? Görünə bilməz. Getdi. B variantına baxıram. Ağ düzbucaqlı, böyük ağ düzbucaqlı, balaca ağ düzbucaqlı. Qara dairə ilə böyük ağ düzbucaqlı qarşı üzdə. Onlar necə eyni anda görünə bilər? Görünməz. Getdi. C variantına baxıram. C variantında yazıb ki, qara düzbucaqlı, ağ düzbucaqlı. O gələ bilər. Qara dairədən ağ düzbucaqlı, qara düzbucaqlı. Bunlar gələ bilər. Amma fikir versiniz orada x-in yerinə gəlməlidir. Ağ düzbucaqlı saat əqrəbi ardıcılıq ilə getsin. Bax, bu belə gəlməlidir. Qara dairə sağında qara düzbucaqlı, yəni y-in yerinə qara düzbucaqlı gəlməlidir. Amma C variantda yerləri səhvdir. Gedər. Sonra da gəlir Y variantda da yenə həmçinin qara dairə ilə ağ bütöv düzbucaqlı var ya, budur burada. Bunlar qarşı üzlərdir. Onlar qarşı üzləri eyni anda görənməli, Y-də gedər, qalar elə düzgün cavabımız D variantı. D variantında yoxlasaq, həqiqətən də görürsünüz, düz gəlir. Qara dairə, sonra ağ dairə, sonra bütöv qara düzbucaqlı. Qara dairə, ağ dairə, qara bütöv düzbucaqlı da olacaq D variantı. Sonra gəlir 60. Deyir, 12 fərqli kimyəvi maddə var. 1-dən 12-yə qədər nömrələnmiş qutulara verilmiş qaydalar əsasında düzülməlidir. Qutu nömrələri arasındakı fərq 1 və ya 2 olanda maddələr yan-yana qoyula bilər. Hər hansı bir kimyəvi reaksiya baş vermir. Lakin qutu nömrələri arasındakı fərq 2-dən çox olan maddələr yan-yana qoyula bilməz. Bu zaman kimyəvi reaksiya gedə bilər və təhlükə yarana bilər. Deyir, 3 nömrəli qutuda kimyəvi maddə, qutuda olan kimyəvi maddə K bölməsinə. 3 nömrəni, bax, bura bizə deyir ki, K-ya yaz. Və 4 nömrəli qutuda olan kimyəvi maddəni isə F bölməsinə gətir qoy. 4 nömrəni gətir, bura qoyuram F-ə. Və bizdən də A ilə D-nin hasillərini istəyirik. Bölmələrinə qoyulan kimyəvi maddələrin qutu nömrələrinin hasilini istəyirik. Burada indi baxacağıq ki, məsələn, elə qoymalıyıq ki, burada rəqəmləri elə düzməliyik ki, aradakı fərqlər 2-dən çox olmamalıdır. İndi inşallah, mən burada ki, verin, ipucu nədir burada? Düzdür, bir neçə versiya var, amma ən yaxşısı nədir burada? Bax, bu 1 var, 1 rəqəmi. Mən 1-i elə yerə düzməliyəm ki, onun bir tərəfində 3 olmalıdır, bir tərəfində 2 olmalıdır. Bu dəqiqdir. Çünki 1-in ancaq bunlarla fərqi 2 edir də, 2-ni aşmır. Məsələn, 1-in yanına 4 yazan mərəm, 4-dən 1 çıxsam, 3 qalar. 1-in yanına 6 yazan mərəm, 7 yazan mərəm və s. Yəni, 1-in yanına ancaq 2 yaza bilərəm, 1-in yanına ancaq 3 yaza bilərəm. Yəni, bunlar ayrılmazdır. Düzdür? İndi gəlirəm, bax, burada deməli 3 buradadır. Mən 1-i buraya yaza bilərəm. Bir də bura 2-ni yaza bilərəm. Yəni 1 həmişə ortada gəlməlidir. İndi 3 buradadır. Bax, burada da yazaq bir dənə 3-ü də içəridə elə yazaq. 3, 1, 2. Mən buraya yaza bilərəm nə? Ancaq n-nın yerinə yaza bilərəm 4. 4 də f-da vardır deyə istifadə eləmişəm, olmaz. Deməli, o 1 ilə 2 var ya, bu 3 dənə birləşən hissə var ya, bax, onlar yan-yana olmalıdır. Deməli, bu hissədə deyirlər olar. Harada ola bilərlər başqa? Burada ola bilərlərdir. 3-ü buraya yazaram. 3 burada vardı özü. 1-i buraya yazaram. 2-ni də buraya yazaram. İndi 3-dən sonra nə yaza bilərəm? Aradakı fərq 2-ni aşmasın. Ancaq 5 yaza bilərəm. Bunu yazdıq. İndi 4 buradadır. 2 buradadır, 4 buradadır. 4-dən sonra nə yaza bilərəm? Fərqi 2-ni aşmasın. Bir 5 yaza bilərəm, bir 6 yaza bilərəm. 5-i yazmışam, bura qalacaq 6. İndi 5 buradadır. Nə yaza bilərəm? Ya 6 yazaram, ya 7. 6 vardı, bura 7 yazacağım. Eyni ilə paralel aparıram bunlar. 6 buradadırsa 7-ni yazmışam, bura 8 yaza bilərəm ki, fərq 2-ni aşmasın.
7 buradadırsa buraya yaza bilərəm. 8-i daha yazmışam, 9 yazaram. 8 buradadırsa 9-u buraya yazmışam, 10 yazaram bura. 9 buradadırsa bura 11 yazaram. 10 buradadırsa burada yazaram. Nə iş olar? 12. Gördünüz? Aradakı fərqlər heç birində 2-ni aşmır. Bizə də deyir ki, A ilə D-nin hasillərini tapmaq lazımdır. A olacaq 11, D də olacaq neçə? 8. 11-i də 8-ə vuranda eləyəcək 88. Bizim ipucumuz bax buradakı 3, 1, 2-dir. Hadi nə oldu? Belə. Sonra gəlir 62 nömrəli sual. Görək 62-də nədir? Deyir A, B, C, D, A, B, F, S, Z, K, V, T şəxsləri iki qrupa ayrılıblar. B, A ilə deyil, V ilə eyni qrupdadır. Hər qrupda 4 nəfər var. Deməli 2 dənə qrupumuz var burada. B, A ilə yox, V ilə eyni qrupdadır. Deməli B-ni yanına yazmalıyam V-ni. A da bunlarla bir qrupda deyilsə, deməli buradadır. K-da T ilə eyni qrupda deyil. Biz bilmirik ki, K buradadır, yoxsa T buradadır. Yəni K burada olsa T burada olmalıdır. Ehtimal olaraq yazıram. Ya da T buradadırsa K burada olmalıdır. Sonra deyir ki, Z-lə də S bir qrupdadır. Yəni Z-lə S hara yazıramsa, onlar bax bir yerdə yazılmalıdır. Bu B və bir qrupdadır və deyir ki, hər qrupda da 4 nəfər var. Yəni bu 2 nəfər var. Bir dənə də ya K-dır ya da T-dir. Bilmirəm, amma ikisindən biridir. Onda Z-lə S buraya yaza bilmərəm ki. Ya T-ni yazsam, ya K-ni yazsam 3 nəfər burada var. Bu Z-lə S-i də gətirsəm buraya qoysam 5 nəfər olacaq. Bizə deyir ki, qrupda 4 nəfər olmalıdır. Onda Z-lə S dəqiq burada deyil. Z-lə S dəqiq buradadır. Və sonra bizə nə deyir? Mətnə əsasən hansılar Z-in olduğu qrupda mütləq yoxdur. Sonra nə edəcəyik uşaqlar? Bax, A var, Z var, S var. Bura ya K-ni yazacağım, ya da T-ni yazacağım. Bura dolacaq. Onda yerdə qalan F hərfimiz hara getməlidir? F hərfimiz bura gələcək. Düzdür? Dəqiq. Çünki ya K-ni yazıram, ya T-ni. İkisindən biri yazsam. Burada 3 nəfər vardı. Biri də buradan gəlsə 4 nəfər. Onda bilirik ki, Z-in olduğu qrupda B və F mütləq yoxdur. B və F mütləq yoxdur. K ilə T-nin əlaqəsini bilmirik. Yəni, ola da bilər, olmaya da bilər. Sonra gəlir 63. Deyir ki, 12 ilə 4-dən 12-ni almalıyıq. 9 ilə 7-dən 9-u və s. Qeyri-əşkar operatorlar mövzusuna aiddir. Yenə 12 ilə 4-dən 12-ni necə alarıq? Əvvəlcə gördüyümüz ədədləri bir-birinə vuraq, toplayaq, çıxaq, bölək və yaxud da ki 12 ilə 4-ü bunlara tək-tək baxmalıyıq. Məsələn, 1 üstə 2 gələrəm 3, vuraram 4-ə 12, burada alınır. Burada 9, 11-də 9 üstə gəlirəm 1 üstə 1, 2, vururam 2-yə 18 alınır, burada alınmır. Bir də necə baxaram buna? 12-ni 4-ə vuraram, edir 48. 4 üstə gələrəm 8 bərabərdir 12. 9-u 7-yə vuraram 63. 6 üstə 3 gələrəm bərabərdir 9. Deməli, bir-birinə vurur, alınan ədədin rəqəmlərin təzdən toplayır. İndi eyni qaydana burada tətbiq eləsəm, 6-nı 18-ə vuranda eləyəcək 108. 1 üstə gəl, 0 üstə gəl 8, o da bərabərdir 9 eləyər. Düzgün cavabımız olacaq D variantı. Sonra gəlir burada deməli 64 nömrəli sual. Şəkil ədəd əlaqələri mövzusuna aid olan bir sualdır. Fikir versəz, burada necə yazıb? Bu iki dənə dairənin ortağında bir dənə ədəd var. Yəni bu dairənin içərisində 3 var, belə deyək. Burada 5 var. Bu 7-ni alma. Yəni birinci belə yanaşır. 3 və 5-dən 7-ni alaram. Necə alaram? 3-ü vuraram 5-ə. Çıxaram, 3 üstə gələrəm 5-i. 3, 5-in 15-dən 8 çıxanda 7. Məsələn, burada yoxlayalım. Hamısını da ödəyəcək. 4-ü 8-ə vuraram. Çıxaram, 4 üstə gəl 8. 4, 8-in 32, 12-ni çıxanda 20. Hamısını da ödəyir. İndi gəlirəm. Burada 8-i nəyə vurub? Yəni, bura bir dənə x deyək.
8 vurulsun x, deməli 8 vurulsun x çıxılsın 8 üstə gəlinsin x. Bərabər olmalıdır 55. Buradan da variantla işləsəz daha yaxşı olar. 8-i 9-a vuraram 72, çıxaram 8 üstə gəlinsin 9-a. Bu da bərabərdir 55. Burada da yoxlasaq, deməli 2 9-un 18, yəni bura 9 qoydum axı. 2-ni vuracam 9-a, 18 çıxacam. 2 ilə 9-un cəmi 11-i. O da eləməlidir nə qədər? 7. Düzgün cavabı həqiqətən də burada görürsünüz 7-ni verir. Deməli düz tapmışıq. Bizdən də bu sual işarəsini istəyir. Sual işarəmizdə neçə oldu? 9. Düzgün cavab B variantı. Sonra 65-ə baxaq. Deməli, bizə deyir ki, qanunauyğunluğu müəyyən edin, sual işarəsini yerinə yazılacaq variantı tapmayla. Gəlin görəyim, burada nə qanunauyğunluq var? Birinci şəkildən ikinci şəkilə 2-dən də 3-ə keçidlər edib. Görək, hansı qanunauyğunluqdan keçidlər edib. Baxıram, birinci şəkildə bu şəkili, bax bu hissəni görək 2-də hara yazıb. Bax, bunu gətirib bura yazıb. Bu hissəni 2-dən 3-ə gətirəndə görək necə gətirib. Buradan bura gəlib, bax buradadır. Görək hansı qanunauyğunluqdan gəlib. Bax, elə bil ki, bu buradaydı da. Buradan bura gəlməz üçün 1, 2, 3-cü addımda gətirib qoyubdur. İndi görək buradan, burada elə bir köçürsəm aşağı, buradadır. 1, 2, 3-cü addım. Deməli, bu hissə 3 addım sağa gedibdir. Sonra baxaq o biri şəkillərə. Görək. Məsələn, burada bax, birincindən ikincinə keçəndə qara şəkil. Bir addım sola gəlibdir. Buradan bura gələndə bir addım sola gəlibdir. Sonra buna baxaq, ikincinə. Bax, bu şahmata oxşar. Görürsünüz bunu. Deməli, burada elə bilin ki, uyğun mövqesinə baxsaq, 1 addım, 2 addım, 3, 4, 5 addım sağa gəlibdir. İndi buradadır o. Deməli, buradan bura gələndə 1 addım, 2 addım, 3 addım, 4 addım, 5 addım sağa gəlibdir. Deməli, biz buradan belə bir qanunauyğunluq tapdıq ki, hər bir şəkil, hər bir hissə birincindən ikincinə necə keçirsə, 2-dən də 3-ə eyni qayda ilə keçibdir. Yəni, məsələn, bu 5 addım sağa gəlib, 1-dən 2-ə keçəndə, 2-dən də 3-ə keçəndə 5 addım sağa gəlibdir. 1 addım sola gəlibdir, 1-dən 2-ə keçəndə, 2-dən də 3-ə keçəndə bir addım sola gedəcək. Yəni, eyni qanunauyğunluğu gözləməlidir. Hər şəkil, hər hissə. Gəlin, baxalım, bizdən nə istəyir? Bizə deyir ki, bax, 3-cü şəklin budur, sən birincini tap. 3-dən əvvəlcə mən gəlməliyəm 2-yə, 2-dən də gəlməliyəm 1-ə. İndi gəlin, baxalım, bu şəkil, belə deyil də, haradaymış ki, 1-də, bir dəfə 2-də əməliyyat edib, bir dəfə də 3-də gəlib çıxıb bura. İndi gəlin görən yuxarıda bu şəkil necə gedirdi? Bu şəkil yuxarıda necə hərəkət edirdi? 1-dən 2-ə keçəndə buradadır. 1 addım, 2 addım, 3 addım sağa gəlmişdi. Belə 2-dən 3-ə keçəndə eyni qayda ilə keçmişdi, eyni qayda ilə keçmişdi. Görürsünüz? Burada ayda elə bilin ki, bax bunu köçürtdüm bura. 1 addım, 2 addım, 3 addım sağa gəlibdir. Deməli, o şəkil 3 addım sağa gəlib. Amma 1-dən 2-ə gələndə və 2-dən 3-ə gələndə. İndi mən 3-dən 2-ə keçəndə nə etməliyəm? 3 addım sola getməliyəm də. Əgər 2-dən 3-ə gəlib 3 addım sağa gəlirəmsə, 3-dən 2-ə gedəndə də 3 addım sola getməliyəm. Deyək ki, tərsinə getməliyəm. İndi gəlin baxalım. Bunu 3 addım sola aparsam. Bax, burada da elə bilir ki, 1 addım, 2 addım, 3 addım. Gəlib çıxmalıdır bura. Sonra buradan da, yəni, bu 2-dədir. Elə bil burada dursaydı 2 də olacaq. İndi 1-ə keçmək üçün də 1 addım, 2 addım, 3 addım. Bax, burada olmalıdır o şəkil. Yəni, mən buradakı şəkili variantlarda, bax, deməli, bu hissələrdə görməliyəm. 1, 2, 3, 4, 5, 6-cı hissə yerdə görməliyəm. Gəlin, baxalım, o hansı variantlarda uyğundur? 1, 2, 3, 4, 5, 6-cı. Bax, buradadır. Görürsünüz? Bir dənə D variantında deyəsən uyğundur. Hər ehtimalı o birilərini də yoxlayalım. Məsələn, qara bir addım sola gəlirdi. Bax, bu tünd qaranı deyirəm.
1-dən 2-yə bir addım sola, 2-dən də 3-ə bir addım sola. İndi mən 3-dən 1-ə gedəndə, 3-dən 2-yə gedəndə bunu bir addım sağa aparmalıyam. İndi buradadır. 3-dən bu sola gedirdi, bunu tərsinə aparmalıyam sağa. Bir addım bura gəlməlidir. Qara. Bir addım bura gəlməlidir. Yəni sonda birinci hissədə qaran burada olmalıdır. 1, 2, 3, 4, 5-ci hissədə olmalıdır. Gəlin D variantını yoxlayalım. 1, 2, 3, 4, 5-ci. Bax, burada gəldi. Deməli, mən bu 3-ü əvvəlcə 2-yə tamamlamalıyam. Sonra da 2-ni 1-ə tamamlamalıyam. Məsələn, fərqli bir variant hissəni yoxlayalım, yekunlaşdıralım. Bax, bu hissəni götürəyin, düz olan xətti. Bu buradadır. Görən bu 1-dən 2-yə necə keçibdir? 1 addım, 2 addım, 3 addım, 4-cündə götürüb yazıb. Deməli, 4 addım sola gəlibdir. İndi 2-dən 3-ə keçirdək bunu. 1 addım, 2 addım, 3 addım, 4 addım. Deməli, gəlib düz həqiqətən də bura çıxıbdır. İndi mən həmin hissəni axtarım, məndən soruşması, bax, budur burada. Burada nə edirdi? 4 addım sola gəlirdi, düzdür? Çünki 1-dən 2-yə gəlirdim, 2-dən 3-ə. İndi mən tərsinə getməliyəm, axı. Deməli, 4 addım sağa aparmalıyam. 1 addım, 2 addım, 3 addım, 4 addım. İkinci şəkildə burada olmalıdır. İndi 2-dən də 1-ə gedəndə yenə 4 addım sağa getməliyəm. 1 addım, 2 addım, 3 addım, 4 addım. Gördünüz? Burada düz xətləri görməliyəm birinci şəkildə. Həqiqətən də D variantda baxın, burada gördüm, düzdür. Düzgün cavabımız olacaq D variantı. Bir də deyirəm, əvvəlcə burada 1-dən 2-yə keçib, 2-dən 3-ə keçib. Burada 3-dən birbaşa 1-i göstərib. Amma biz beynimizdə xəyalən 3-dən 2-yə keçirtməliyik və 2-dən də 1-ə keçirtməliyik. 1-dən 2-yə gələndə şəkillər sağa gedirsə, 2-dən 3-ə sağa gedirsə, indi 3-dən də 2-yə gedəndə sola getməlidir. Yəni sağa gedənlər sola, sola gedənlər sağa gəlməlidir. Elə bil ki, tərsinə hərəkət eləməliyik. Gəlir 66-da. Hərflərin sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldib fərqli sözü tapmalıyıq. Uşaqlar, A variantdakı hərflərdən komandir sözü alınır. B-də briqadırdır. C-də mühəndisdir. D-də direktordur. Y-də də rektordur. Deməli, komandirdir, briqadırdır, briqadirdir, Y-də rektordur, bir də direktor. Bunlar hamısı rəhbər işçilərdir. Mühəndis isə rəhbər işçi deyil. Sonra 67-də qanunluğu müəyyən edib sual işarəsini tamamlamalıyıq, ardıcılığı tamamlamalıyıq. 4-dən 7-yə necə keçərəm? Məsələn, ya 4 gələrəm üstünə, ya da belə elə bilərəm də 2-yə vurub 1 çıxaram. Vuraram 2-yə, çıxaram 1-i. Hamısında ödəyir bu. 7-dən 13-ə vurub 2-yə 1 çıxaram. 13-dən 25-ə vurub 2, 1 çıxaram. 25-dən 49-a vur 2, çıx 1. 49-dan sual işarəsinə vuraram 2-yə, çıxaram 1-i. 49-u 2-yə vuranda 98, 1 çıxanda 97. Deməli, bu ardıcıllıq necə gedirmiş? Vur 2, çıx 1 ardıcılığı ilə. Sonra gəlir 68 nömrəli sual. Görək nədir o? Kəsiklərlə bağlı sualdır. Deməli, birinci şəkildən ikinci şəkilə, 2-dən də 3-ə keçidlər eləyibdir. Birinci şəkildən ikinci şəkilə keçəndə görürəm ki, sağ tərəfi yoxa çıxardıb. Deməli, bu sağı qatlayıb sola. 2-dən də 3-ə keçəndə ən soldakı hissəni görürsünüz ki, burada fərqləndirib də. Deməli, solu qatlayıb sağa. 3 hissədir, qıraqları ortaya qatlayıb. Deməli, mən bilirəm ki, bu hissə mənim birinci şəklimdə ortada, yəni burada qalmalıdır və o da heç vaxt variantlarda dəyişmir. Bir də şəkil kəsikləri, kublar, ümumiyyətlə, şəkillərlə bağlı sualları variantlarla işləmək lazımdır. Gəlin, baxaq görəyəm, burada variant çıxa bilirik, yoxsa yox. Məsələn, Y variantını silərəm burada. Nəyə görə? Bu ortada görürsünüz ki, ox işarəsi sola baxır. Amma məndə əsas hissədə ox işarəm sağa baxır. Buradan Y variantını silirəm, gedir. Sonra görək bununla bağlı A variantını da silirəm. Görəm, bax, buradakı ox işarə var, ortada. Görürsünüz, bunu yuxarıdan aşağıya gəlib, Y variantında, bax, aşağıdan yuxarıya fırlanıb. Üzr istəyirəm, A variantında. Getdi. Sonra gəlirik, desən də yoxdur onunla bağlı. Yoxdur. Baxaq görək başqa nə var. Deməli, ən sonda nə iş görmüşdük? Ən sonda bu solu sağa qatlamışdıq.
İndi geriyə açmalıyam da bunu. Yaxın, yaxın, uzaq, uzaq prinsipini gözləməliyəm. Burada 3 bucaq varsa, burada da 3 bucaq yaranmalıdır. Burada bir dənə 3 bucaq yaranmalıdır. Məsələn, C variantında bax, bu hissə yoxdur. Gedər. Qalarıq B ilə D-nin arasında. B ilə D-nin arasındakı fərqləri axtarıb tapa bilərik. Görürük ki, yaxın, yaxın, uzaq, uzaq prinsipi gözləməliyik. Və buradakı ox işarəsini bir dəfə də mən geriyə, bu hissəni bir dəfə də geriyə bu tərəfə açmalıyam, sağa. Buradakı ox işarəsi, burada da bir dənə ox işarəsi görməliyəm. Məsələn, B variantında baxın, bu ox işarəsi buradadır. Bu oxdur, bura çəkibdir. Bu fiqurda buradadır. Yaxın, yaxında, uzaq, uzaqda durmalıdır. Amma burada görsən, fərqli yerlərdə durub. B variantı da səhvdir. D variantı düzgün cavabımız olacaq. Yəni, burada görürsünüz, bax, bu ox işarəsi ilə bu ox işarəsi bir-birinin yanında olmalıdırlar. Sonra gəlir 69 nömrəli sual. Şifrələr mövzusuna aid olan bir sualdır. Biraz diqqətli olsaq yaza bilərik. Bizə deyir ki, əvvəlcə bunun şərtinə baxmayaq. Şifrələr, yəni nə istədiyinə daha doğrusu baxmayaq. Şifrələyinə birinci X hissəsində olan hərflər, Y hissəsində olan hərflərlə kodlaşıbdır, şifrələnibdir. Baxırıq ki, Ə, S, S, Ə, S, Ə, S, Ə. Bunlar eyni hərflərdir. L, A, L, A, A, L, A, L. Görürəm ki, bunlar təxmini bunlara uyğundur. Təxmini yox, elə Ə, S, L, A-ya uyğundur. Fərqli hərflər var burada. Nələrdir? H, Ü, Ə, F. Bunlar fərqli hərflərdir. Yəni, yuxarıdakılardan fərqlənir. Yəni, H, Ə-ya uyğundur. Ümumiyyətlə də hünər sözü Əfqan sözünə uyğundur. Yazıram. Gəlin bunun üstündə yazaq. Hünər sözünü tapdım ki, Əfqandır. Buraya yazacağım. Ə, F, Q, A, N. Tapdıq ki, R, N hərfiymiş. Harada R görsəm, gedib N yazacağım. Buraya yazıram N, buraya yazıram N, burada yazıram N. İndi bu N-nı tapmışıq da, hamısı R imiş. Fərqli olan L qaldı. O da deməli latış sözündədir. İndi səfil sözü də onda uyğun olaraq latışa uyğun gəlməlidir. Yazıram bura. S hərfini tapdıq ki, L-dır. Ə hərfini tapdıq A-dır. Buranı tapdıq T-dır. Buranı tapdıq I-dır. Buranı da tapdıq Ş-dır. Deməli, latış sözü də səfilə kodlu. Yəni, bunu bax, latış sözü özündə səfil sözünü kodlaşdırıbdır. İndi S-nı tapmışdıq da, nə idi? L idi. Ə-ni də tapmışdıq, A idi. Burada S-nı tapmışamsa L, budur, buraya yazacağım L. Onda L ilə latışı tapmışıqsa, bu Əfqanı da silək. Digər L ilə başlayan söz, bir dənə latın qalır. Onu deməli, bu elə buraya uyğunmuş. L, A, T, I, N. Bu da getdi. Ə hərfini tapmışıq, nədir? A-dır. Yazıram Ə hərfinə A, S hərfinə L, Ə hərfinə A. İndi eyni qayda ilə burada Ə hərfinə A, S hərfinə L, Ə hərfinə A. Bax, burada qalır aldan sözü ilə alban sözü qalır. Aldan sözü ilə alban sözü qalır. Baxırıq ki, hansı hərfləri tapmamışam. X çoxluğundan tapmamışam. G hərfin. Bir də əsmər sözündəki M-nı tapmamışıq. Yəni, biz bilmirik bu aldan sözünə kodlaşıb, yoxsa alban sözünə kodlaşıb. Y çoxluğundan da tapmadıq. D-nı, bir də B-nı. Bunları tapa bilmirik. Çünki baxın, uşaqlar, əskər sözündə və əsmər sözündə hərflər hamısı eynidir. Bax, uyğunlaşır. D ilə B fərqlidir. Biz də bilmirik, G-dır, yoxsa M-dır. İndi gəlirik. Yəni, mən X çoxluğunda G-nın və ya M-nın hərflərinə uyğun nəsə verməlidir, Y çoxluğunda və s. İndi gəlir görək A variantında nə istəyir? Deyir ki, bizdən şərtə baxmalıyıq. Hansı variantdakı məlumatın əlavə edilməsi verilmiş bütün hərflərin kodunu dəqiq müəyyən etmək üçün kifayət etməz. Deyir ki, A variantında X çoxluğunda sürmə sözünün və Y çoxluğunda onun qarşılığını
Uşaqlar, sürmə sözündə görürəm ki, M hərfi var. Y çoxluğunda bunun qarşılığını verən kimi mən M hərfinin nə olduğunu tapa bilərəm. Avtomatik C-ni də tapa bilərəm. Burada işim həll olmaz. Bu kifayət eləyər mənə. Mənə deyir ki, kifayət eləməz. A variantı gedər. Sonra B variantına baxıram ki, deyir Y çoxluğunda nabat sözü. Görürsünüz, bax nabat, burada B var. Nabat sözünün və X çoxluğunda onun qarşılığını. Yəni mən Y çoxluğunda nabat sözünün götürüb verər. X çoxluğunda qarşılığını versə, mən B-nin hansı hərf özündə kodlaşdırdığını tapa bilərəm. Bunu tapan kimi avtomatik D da çıxar. D ya C-yə ya da M-ə belə kodlaşacaq. Bu da gedər. Yəni kifayət eləyər bu da. Y çoxluğunda balta sözü, yenə Y çoxluğunda baltada bunu tapsam, işim həll olunar. D variantında X çoxluğunun X çoxluğunda sərgi sözünün, yəni G-ni verər. Avtomatik M-ni da tapmış olaram da. Birin bilsəm biləcəm. Deməli, bunu da tapa bilərəm. Kifayət edər bunlar. Mənə deyir ki, Y çoxluğunda tanış sözünü və X çoxluğuna onun qarşılığı. Bunlar mənim nəyimə lazım? Onsuz da tanış sözündə T-ni bilirəm, A-nı bilirəm, N-ni bilirəm, I-ni bilirəm, Ş-ni bilirəm. Mənə G, M, D, B lazımdır. Yəni, bu kifayət eləməyəcək. Ya ancaq X çoxluğundan G ilə M-dan gəlməlidir, Y çoxluğundan D ilə B-dan gəlməlidir. A variantında, B variantı, C, D bunlar kifayət eləyir. Y variantındakı kömək işarətsə kömək eləməyəcək. Düzgün cavab olacaq Y variantı. Sonra gəlir 70 nömrəli sual. Şəkil ədəd əlaqələri mövzusuna aid olan sualdır. 13 ilə 9-dan 64 almağa çalışacağıq. 13-dən 9 çıxarıq 4, kubay yüksəldərik 64. 111-dən 109 çıxarıq 2, kubay yüksəldərik 8. 54-dən 51 çıxacağım 3, kubay yüksəldərəm olar 27. Düzgün cavab B variantı. Sonra gəlir 71 cədvəllər mövzusuna aid olan sualdır. Burada aşağıda görürsünüz ki, qalın xət veribdir. Bu deməkdir ki, belə dedi, özündə bərabərliyi cəmləşdirib. Yəni 4, 6, 3, 2-dən 17-ni almağa çalışacağıq. Əvvəlcə toplayalım bunları. 4 üstə 6, 10, üstə 3, 13, üstə 2, 15. Neynəsəm 17 alaram? 2 gələrəm. Ya özümdən 2 gələrəm, ya da buradakı 2-ni gələrəm. Yəni ən axırıncı xanadakı 2-ni bir dəfə də toplayaram. Gəlin baxalım. 5 üstə 3 gələrəm 11, 5 üstə 3 gələrəm 8, üstə 2 gələrəm 10, üstə 4 gələrəm 14. Neynəsəm 18 olar? 4 gələrəm. Deməli elə topluyur, axırıncını 2 dəfə gəlir. 5 üstə 3 gəlir, 8 üstə 2 gəlir 10. Bunu elə bir 2-yə vurur. Bunu 2-yə vurur. Təzədən bir də bunu toplamaq elə 2-yə vurmaq deməkdir. 7 üstə 2 gələrəm 9, üstə 4 gələrəm 13, üstə bunun 2 mislini, yəni 6-nı gələrəm 19. Qayda ilə 9 üstə 4, 13, üstə 3 gələrəm 16, bunun 2 mislini gələrəm, eləyər 26. Düzgün cavab olacaq A. Sonra deməli, burada gəlir 72, 73-ə. Baxaq. 72-də. Deyir ki, birinci söz, bir dənə buranı silim. Birinci iki söz arasındakı məntiqi əlaqə əsaslanaraq analogiyaya görə üçüncü sözə uyğun olanı seçməlidir. Usta, çilingər. Bax, bir neçə usta var, onlardan da biri çilingərdir. Yəni, ustanın növləri var, biri də çilingərdir. Valyutanın da növləri var, onlardan da biri manatdır. Bax, bunların arasında hansı əlaqə görmüşsünüzsə, eyni əlaqəni burada tapmalıyıq. Çilingər ustanın bir növüdür, manat da valyutanın bir növüdür. Manat, dollar, rubl və s. Sonra gəlir kublara aid olan sual 73. Nə deyir burada? Dördü eyni bir kuba aiddir. Hansı variant? Bu kubun açılışı deyil. Burada uşaqlar, hər hansı 2 dənə qonşu üzü götürürsünüz. Qonşu üzlərin bir-birinə nəzərən duruşlarına baxır. Məsələn, götürərik ki, q ilə r. Rusun q'sı ilə r'sını götürərik. Q
K ilə R-nın duruşları burada necə durubsa, burada da elə durubdur. Sonra burada da məsələn R-nı bir dəfə aşıracam, belə duracaq. Bir dəfə aşıracam, belə duracaq. Bir dəfə də aşıracam, belə duracaq. Burada da eyni durur. İndi yoxlasaz bunların hamısında eyni durubdur. Yəni burada problem yoxdur. Ola bilər hər hansı iki dənə üzü bir-birinə nəzərən düz durar bütün variantlarda. Keçəcəm başqa bir, yəni iki dənə üzü götürəcəm. Burada nədir? L ilə yanın duruşlarında problem var. Məsələn, baxıram ki, L-nın baş tərəfi yanın arxa tərəfinə durubdur burada. Bu L-nı qopardıb gətirib bura qoya bilərəm. Bu L-nı qoparıb gətirib bura qoysam, görürəm ki, L-nın baş tərəfi yanın qabaq tərəfinə durubdur. Deməli, bunların ikisindən biri fərqlidir də. İndi görək hansıdır? Hər hansı bir variantda yoxlayaq. L-nı baxıram C variantda. L-nın baş tərəfi Y-nın qabaq tərəfinə. Bax, burada da L-nın baş tərəfi Y-nın qabaq tərəfinə durur. Burada da L-nın baş tərəfi Y-nın qabaq tərəfinə. Deməli, bunlar ikisi eyni durubsa, fərqli olan budur da. Düzgün cavabımız olacaq A variantı. Deyir ki, bu kubun hansı variant bu kubun açılışı deyil. Sən digərlərini də yoxlasaz, görərsiniz ki, B, C, D, Y eyni durur. A variantdakı kub fərqli kubdur. Sonra gəlir 74-ə baxaq. Mişenə atılmış 3 atəşlə 127 xalı neçə müxtəlif üsulla toplamaq olar. Hesab edin ki, hər bir atəş mişenin sektorlarından birinə dəymişdir. Bu mötərizənin içərisində verilən şərt onu ifadə edir ki, yəni deyək ki, atəş açıbsınız, 2 dəfəsi bura dəyir, bir bəlkə boşa gedir. Yəni belə bir sual doğura bilərsiniz də. Yəni onu demək istəyir ki, mütləq burada bir yerə dəyir. Bax, hər bir atəş mişenin sektorlarından birinə dəymişdir. Yəni boşa getməyib. Bura mütləq dəyməlidir. Üçündən üçü də. İndi mən 127 xalı toplamalıyam. Burada necə toplayaram? Yəni, buradakı rəqəmlərin cəmin 3 dənə ədədi toplayıb 127-ni almalıyım. Necə alaram? 100, sonra bir dəfə ataram 27-yə dəyər, bir dəfə də ataram 0-a dəyər. Sonra uşaqlar, bax, məsələn, mən birinci atdım 100-ə dəydi, sonra 27-yə, sonra 0-a. Sonra bunların birinci ataram 27-yə dəyər, sonra 0-a, sonra 100-ə. 27-yə ataram 100-ə, sonra 0-a. Yəni, yer dəyişmələri də ola bilər də. Və biz yer dəyişmələrə nə deyirdik? Faktoriallarla yazırdıq da. 3 dənə belə deyək də, ədədim var burada. Bunların üçünün də yer dəyişməsi. 3 faktorial. O da bərabərdir 6. Deməli, 100, 127, 0. Bu 3 dənə ədədlə 127-ni mən 6 üsulla ala bilərəm. Sonra başqa da var. Necə alaram? 100, sonra deməli 19, bir də 8. Burada da yenə birinci 119, 8, sonra 100, 8, 19, 8, 19, 100. Yəni bu da 3 dənəsinin yer dəyişməsi 3 faktorialdır. O da bərabərdir yenə 6-ya. 3 faktorialda bilirsiniz də 1 vurulsun, 2 vurulsun, 3 deməkdir. Yəni 3-ə qədər olan rəqəmlərin hasılı 6-dır. Sonra bir dənə var orada. Nədir orada? Deməli 100, 20, bir də deməli 7. Bu yuxarıdakı 100, 127, burada rəqəmlər üzr istəyirəm, yox deyilsə rəqəm. Bunu bir dənə düzəldim. Yuxarıdakı. Deməli. Deməli, bura ala bilər 100, 20, bir də 7. Səmi, 127 yoxmuş heç burada. 127 belə. Sonra ala bilər. Deməli, 119, 8 belə. Sonra ala bilər. Deməli, 60, 60, bir də ala bilər 7. Yenə bunların arasında yer dəyişməsi olacaq. 3 faktorial. Amma burada bir şey var da. Məsələn, mənə deyir orada neçə müxtəlif üsulla
toplamaq olar. Məsələn, yazdım bura 60, 67. Hə? Bir dəfə də deyək ki, deyirik ki, məsələn, bu 60-a dəydi, sonra bu 60-a. İndi ikinci səfər bu 60-ı deyirəm. 60, 67. Yəni, müxtəlif üsul deyir axı. Burada bir müxtəlif üsul yaranmadı. Amma məsələn, 100, yuxarıda baxın, 100, 27, 20, bir də 7. Bir də belə yazardım da, 20, 100, 7. Bunlar müxtəlif üsullardır. Amma burada bir müxtəliflik görmürəm. Onda təkrarlanan faktorialda nə edirdik? Təkrarlananların faktorial hasillərinə bölürdük. Deməli, belə yazmalıyıq bunu. 3 faktorial bölməliyik. Təkrarlanan neçə dənədir? 2 dənə. 2 faktoriala bölməliyik. O da olacaq elə 3 dənə. Bir də biri də vardı. Necə əldə edə bilərdim? 127, 0, 0. Mən bir dəfə atəş açaram 60-a. Bir dəfə açaram 60-a, sonra gələr 7-yə. Bax, buradakini deyirəm. Sonra bir dəfə atəş açaram 127-yə. Sonra qalan ikisi də gedib 0-a dəyər. 0, 0. Yenə eyni qayda ilə təkrarlanan elementim olduğuna görə 3 faktorialı böləcəm 2 faktoriala. Bu da bərabərdir 3-ə. Deməli, 6 üsulla buradan, 6 üsulla buradan, 3 üsul burada, 3 üsul burada. Hamısını toplayanda yazıram bura. 6 üstəgəl 6 üstəgəl 3 üstəgəl 3. O da bərabərdir 18 üsulla. Düzgün cavabımız olacaq C variantı. Başqa rəqəmlərdən yoxdur. Yəni 127-ni alma üsulumuz yoxdur. Necə aldıq? 127, 119, 8, 60, 67, bir də 127, 0, 0. Belə. Düzgün cavabımız olacaq C variantı. Sonra gəlir burada 75-də nə deyir? Deyir ki, bilik yarışında 1000 nəfər iştirak edir. 3 mərhələdən ibarət olan yarışın hər mərhələsində iştirakçılara bir sual verilir. Bu sualı doğru cavablandıran iştirakçılar növbəti mərhələyə keçid alırlar. Yanlış cavab verən iştirakçılar isə yarışı dayandırırlar. Hər 3 mərhələdə suallara doğru cavab verən iştirakçılar qalib hesab edilir. Və 24.000 AZN məbləğində olan mükafat fondu qaliblər arasında bərabər bölüşdürülür. Aşağıdakı cədvəldə hər mərhələdə suallara düzgün cavab verərək növbəti mərhələyə keçən və yanlış cavab verərək yarışı dayandıran iştirakçıların sayı qeyd edilmişdir. Uşaqlar, ilk növbədə bu birinci mərhələdə 1000 nəfər adam iştirak edəcək. Düzdür? Bunun 3A plus 100 dənəsi düzgün cavab verəcək suala. 5A minus 300 dənəsi də səhv cavab verəcək. Yəni, düzgün cavab verənlə səhv cavab verənlərin sayı elə 1000 nəfərə bərabər olmalıdır. Yəni, onda burada belə yazmalıyım. 3A üstə gəlinsin 100, üstə gəlinsin 5A çıxılsın 300. 5A çıxılsın 300 bərabərdir 1000-ə. Bunu hesablasaq, 3A 5A 8A bərabərdir 100-dən 300, mənfi 200, bura olacaq 1200. Deməli, buradan A bərabərdir 150-yə. İndi A 150-dir və mənə deyir ki, düzgün cavab verənlərin sayı birinci mərhələdə bu qədərdir. Belə çıxır ki, yəni birinci mərhələdə düzgün cavab verənlər ikinci mərhələyə keçir də. Yəni, görək, birinci mərhələdə düzgün cavab verib ikinci mərhələyə keçən neçə nəfər adamdır? A-nın yerinə 150 qoyacam. 3-ü 150-yə vuracam, 450. Üstədə 100 gələndə eləyəcək nə qədər? 550. Deməli, 550 nəfər düzgün cavab veribdir. Yerdə qalacaq 1000 nəfər üçün 450. Burada yazıram 450. Bunlar cavab verməyib, çıxıb gediblər. Səhv cavab veriblər. Yoxlasaq bir dənə 5-i 150-yə vuracam. Eləyəcək 750. 3-ü çıxaram 450. 550 üstə 450 gələndə 1000 eləyəcək. İndi baxırıq ki, birinci mərhələdən ikinci mərhələ 550 nəfər keçir. Bu 550 nəfərində düzgün cavab verənlər axı keçir. 2B çıxılsın 30 dənəsi səhv cavab, düz cavab verib, 3B üstə gəlsin 80 dənəsi də səhv cavab verib. Yəni, yenə də düzgün və səhv cavab verənlərin cəmi 550 olmalıdır. Yəni, yazıram bura. 2B çıxılsın 30, üstə gəlinsin 3B üstə gəlinsin 80. Neçə nəfərə bərabər olmalıdır? 550 nəfərə bərabər olmalıdır.
Bunu hesablasaq 2b 3b eləyəcək 5b bərabərdir. Mənfi 30 üstə 80 gələndə eləyəcək müsbət 50 500. 550 də o tərəf istəyəndə bu 500. Buradan da b bərabərdir 100-ə. Deməli b 100-dürsə, gətirib burada yerinə qoysaq, 2-ni 100-ə vuracam. 200, çıxanda 30, 170. Deməli, 170 dənə adam düzgün cavab veribdir. 550-dən də 170 çıxanda qalacaq nə qədərsə 380. B-ni də yerinə qoyub hesablaya bilərəm. 3-ünü B-yə vuranda, 3-ü 100-ə vuranda 300, üstə 8, 380. Deməli, burada yenə də ikinci mərhələdə 550 nəfər keçmişdi ikinci mərhələdə. Bunun 170 nəfəri düzgün cavab veribdir. 380 nəfəri səhv cavab verib çıxıb gedir. İndi üçüncü mərhələdə də yenə düzgün cavab verənlər keçdiyinə görə 170 nəfər gəlib üçüncü mərhələyə. Bu da baxırıq ki, C üstə gəlinsin 10 dənəsi düz cavab verib. 3C üstə gəlinsin 40 dənəsi də səhv cavab verib. Yəni yekunda 170 nəfəridir də 3-cü mərhələyə keçən. Bunu bərabər eləməliyəm 170-ə. C 3C elədi 4C bərabərdir. 10 üstə də 40 gələndə eləyəcək nə qədər? 50. 170-dən də 50 çıxanda 120. Buradan da C bərabərdir 30. C 30-dur. Yəni görəyim 3-cü mərhələdə neçə nəfər adam düzgün cavab verib qalib olubdur. 30 üstə də 10 gələndə 40 nəfər düzgün cavab veribdir. Burada da olacaq, deməli, 130 nəfər səhv cavab verib çıxıb gedibdir. Yekunda neçə nəfər düzgün cavab verib? 40 nəfər düzgün cavab verib. Yəni bunlar qalibdirlər. Və deyirdi ki, qalib nə qədər pul qazanıb hər biri? 24 min. 24 min də 40-a böləndə eləcək hər bir qalib neçə manat pul qazanmışdır? 600 manat pul qazanmışdır. Düzgün cavabımız olacaq B variantı. Aydındır. Sonra gəlir 75-ə baxaq. Daha doğrusu 75-ə baxdıq, 76-ya baxaq. Yəni şəkil ədəd əlaqələri mövzusuna aid olan sualdır. Biz baxırıq ki, deməli 24 nəyə birləşib? 16 ilə 64-ə. Necə alaram? 64-dən 16 çıxaram. 48 bölərəm 2, 24. 40 nəyə birləşib? 16 ilə 64-ə birləşib. 16 ilə 64-ü toplayaram. Bax, bura toplayıb bölür 2-yə. Bura çıxıb bölür 2-yə. Gəlin digərlərini yoxlayalım. Ədəd olan hissəyə baxalım. Deməli, 19, 64 ilə 26-ya birləşib. Bu dairəni alanda necə alırdıq? 64-dən 26 çıxacam. Eləcək 38, böləcəm 2-yə 19, 45-i də toplayıb alırdıq. 64 üstə 26 gələndə eləcək 90, böləcəm 2-yə 45. Gördük düzdür. İkisini də yoxladıq, düzdür. Gəlib bura baxaq. 36-dan 16 çıxaram. 20 bölərəm 2-yə 10. İndi B-ni də toplayıb bölməliydim də. 36 üstə 16 gələcəm. 26, deməli 52 böləcəm 2-yə B olacaq 26. A-nı da necə alırdıq? Sıxıb bölürdük 2-yə. 36-dan 26 çıxanda 10 böləcəm 2-yə 5 olacaq. Burada da A-nın yerinə 5 olacaq. 5 üstə də 26 gələndə 31. O da olacaq B variantı. Aydındır. Sonra gəlir deməli 77. Yenə kəsiklərə aid olan bir tapşırıqdır. Birinci şəkildən ikinci şəkilə, 2-dən 3-ə, 3-dən 4-ə necə keçid edib? 1-dən 2-yə keçəndə görürük ki, sağ tərəfi ağardıbdır. O deməkdir ki, sağı sola qatlayıbdır. Sonra bir hissəsini aşağıdan belə kəsibdir. O, buradan belə kəsibdir. Və bu hissəni bura qatlayıbdır. Gəlib burada belə bir üçbucaq kimi yaranıbdır. Və başlayıb sonda bu hissədə biraz əməliyyatlar etməyə. Buranı dairə çəkibdir. Buradan bir dənə ox işarəsi qoyubdur. Və buradan biraz kəsiklər, düzbucaqlı formasında belə deyək, kəsiklər yaradıbdır. Biz tapdıq ki, bu hissə birinci şəkildə sol küncdə olmalıdır, sol tərəfdə olmalıdır. Gəlin görək, nəsə variant çıxa bilirik. Məsələn, D variantını çıxaram burada. Nəyə görə? Görürəm ki, bu sol tərəf axı dəyişilməz olaraq qalmalıdır. Məndə bu sol tərəfdə ox görürsünüz, sağa baxır, bu sola baxır. Dəyişməməlidir, gedər. Y variantına baxıram, uşaqlar. Və burada yuxarı hissədə görürsünüz ki, küncün bütövdür də, dəyişməyibdir.
Yəni Y variantında dəyişdirib onu. Gedər. B variantına baxıram uşaqlar. B variantında görürəm ki, bax bu hissənin aşağı hissəsi görürsünüz, bax bu sol tərəf bütövdür. B variantda bu hissəni kəsik veribdir. Dəyişə bilməz. Gedər. Qalar A ilə C-nin arasında. Böyle A ilə C-nin arasında bir dənə bu hissələr fərqlidir. Gördüyüm qədərilə. Nə etməliyik? Biz ən sonda bax bu üçbucağı bura qatlamışdıq. İndi geri açarıq. Yəni buranı geri açmalıyım. Hop. Ben buranı silim. Bunu geri açanda çarpaz xətt boyunca geri açacağım da bu xətt boyunca geri açacağım. Burada üfüqi duran, burada şaquli durmalıdır. Bunları təmizləyim. Çarpaz xətt boyunca qatlayan, geri açanda burada üfüqi duran, burada şaquli durmalıdır. Burada şaquli duran, burada üfüqi durmalıdır. Belə bir düz bucaqlı yaranmalı. Məsələn, C variantında görürsünüz, belə 3 bucaq yazılıbdır. C variantda səhvdir, qalacaq A variantı. Düzgün cavabımız A variantı. Sonra gəlir 78-ə baxaq. Deyir ki, birinci iki söz arasında məntiqi əlaqəyə əsaslanaraq analogiyaya görə üçüncü sözü tapmalıyıq. Hüceyrəni öyrənən elm, hüceyrə ilə məşğul olan öyrənən elm histologiyadır. Ağacla, ağaclar haqqında məlumat toplayan elmdə dendrologiyadır uşaqlar. Bunları əzbərləsəz yaxşıdır. Litologiya süxurlar, daşlar haqqında elmdir. Patologiya xəstəliklər haqqında. Mifologiya mədəniyyət haqqında, mədəniyyəti araşdırır. Miyologiya da bu əzələlərlə bağlı elmdir. Əzələləri araşdırıb öyrənən elm miyologiyadır. Dendrologiya ağaclarla məşğul olan elmə deyilir. Sonra gəlir 79-a. Burada düzgün cavab C variantıdır. Sonra gəlir 79. Görə nə deyir? Deyir ki, Nərminin yay tapşırıqlarının sayı Rayanın yay tapşırıqlarının sayından 4 dəfə çoxdur. Yazıram bura Nərmin, burada yazıram Raya. Rayanın tapşırıqlarının, yay tapşırıqlarının sayı x olsun. Nərmin bundan 4 dəfə çoxdursa, buraya yazmalıyıq 4x. Deyir ki, yayın sonunda bəlli oldu ki, onlar eyni sayda tapşırıq yerinə yetiriblər. Yəni, Nərmin də A dənə tapşırıq yerinə yetirib, Raya da A dənə tapşırıq yerinə yetiribdir. Və Nərminin yerinə yetirmədiyi tapşırıqların faizi, gəlin görək, əgər Nərmin A dənə tapşırıq yerinə yetiribsə, yerinə yetirdiyi, bir də yerinə yetirmədiyi yazaq. Yerinə yetirmədiyi nə qədər olar? 4x çıxılsın A. Rayanın yerinə yetirmədiyi tapşırıq nə qədər olar? X çıxılsın A. Bunlar gözləsin. Bizə deyir ki, Nərminin yerinə yetirmədiyi tapşırıqların faizi Rayanın yerinə yetirdiyi tapşırıqların faizinə bərabərdir. Nərmin 4x çıx A qədər tapşırıq yerinə yetirməyib. Gəl görək, bu bunun neçə faizidir? Özümüzdən bir dənə də dəyişən əlavə eləməliyik. Yəni, yazaq 4x vurulsun 1A bölünsün 100 bərabər olmalıdır nəyə? 4x çıxılsın A-ya. Yəni, bu ümuminin neçə faizin yerinə yetirməyib. Buradan A bərabərdir. Necə olacaq? 4x çıxılsın A vurulsun, deməli, 4x çıxılsın A çarpaz vurmalıyıq da. 4x çıx A-nı vuracam burada 100-ə bölməliyəm 4x-a. Bizə deyir ki, bu faiz, yəni bu A bərabər olmalıdır. Nəyə? Rayanın yerinə yetirdiyi tapşırıqların faizinə. Yəni, bax bura. Yenə də görək nə qədər faizdir bu. X vurulsun A bölünsün 100 bərabər olmalıdır A-ya. Buradan da A bərabər olmalıdır. Kiçik A vurulsun 100 bölünsün deməli X-a. Və bizə deyir ki, bax, bu A ilə bu A eyni ədəddir, bir-birinə bərabərdir. Yəni, biz bunları elə bil ki, bir-birinə bərabər eləməliyik. Deməli, yazmalıyıq. Burada nə? Sağ tərəfdə yazıram. 4x çıxılsın A vurulsun 100 bölünsün 4x bərabər olmalıdır. A-lar bərabərsə, bunları da bir-birinə bərabər eləməliyik. A vurulsun 100 bölünsün x. Buradan bu 100 ilə bu 100 gedər. Buradan da x ilə buradakı x gedər. Çarpaz vuranda 4x çıxılsın A bərabərdir 4A-ya.
Buradan da 4x bərabərdir 5a-ya. Deməli, biz tapdıq ki, elə Nərminin tapşırıqlarının sayı 5a dənəymiş. Yəni 4x deyildi, 4x elə 5a deməkdir də, 5a deməkdir. Və bizə deyir ki, Nərmin yay tapşırığının neçə faizini yerinə yetiribdir. Nərminin yerinə yetirdiyi tapşırıqlar A dənəyidir. Yəni 5A vurulsun. Deməli, məsələn, hər hansı bir dəyişən yazaq da. Neçə faiz deyir? Bir B faizi bölməlik 100-ə bərabər olmalıdır nəyə? A-ya. Buradan da B yerinə yetirdiyi tapşırıqlar A-da, ona görə A yazdım. Buradan da B bərabər olacaq nəyə? 100 vur A bölünsün 5A-ya. Buradan A ilə A gedəndə 100-ü də 5-ə böləndə 20. Bizə dedi ki, neçə faiz? Nərmin yay tapı neçə faizini yerinə yetiribdir? 20 faizini. Bax, bunu istəyirdi bizdən. O da olacaq 20. B variantı. Sonra gəlir tərəzilər. Tərəziləri yazanda necə yazırdı? Belə, çarpaz silahlar, bir də əvəz etmələr daha çox işimizə yarayırdı. Burada fikir verin. Birinci tərəzidə P-ni yerinə gətirib, ikinci, burada P bərabərdir, SSK veribdir. Buradakı P-ni yerinə SSK yazıram əvəz etmə yolu ilə. Yanındakı K-da olduğu kimi qalır yerində. Sonra bilirik ki, bərabər tərəzinin sağ və sol gözündə eyni olan deməli simvolları silə bilərik də. Buradan 2 dənə S var. Buradan da 2 dənə S-i silərəm, gedər. Qalar bir dənə S bərabərdir 2 dənə K-ya. K-K-ya. İndi 1 S 2 dənə K-dırsa, 2 dənə də S 2-yə vuracam bunu. Olacaq 4 dənə K. O da olur hansı variant? D variant. Əvəz etmə yolu ilə çıxdı. Sonra gəlir 81-ə baxaq, görək nədir? Şəkil əlaqələri mövzusuna aid olan sualda. Görək birinci nümunədə necə keçid veribdir. Birdən 2-yə keçəndə üçbucaqlıdır. Solunda 4, bir dənə düz xətt veribdir. Dairələr verib. Sağ tərəfdə də sadəcə fiqurun tərəfinin sayı bir vahid artıbdır. Qalan hər şey öz yerində qalıbdır. İndi bizə bunu istəyir də. Hər şey öz yerində qalmalıdır. Yəni dairələr, sonra buradakı xətt öz yerində qalmalı. 4 bucaq 5 bucaq ilə çevrilməlidir. O da olacaq D variantı. Və burada necə keçibsə, eyni qanunlarını burada gözləməliyik. Düzgün cavab D variantı. 82-yə baxın. Deyir ki, yük maşınının bortu var. Həmin yük maşınının bortunun eni 3 metrdir. Uzunluğu 4 metrdir. Belə deyək də, şablonunu bura çəkək. Bu 4 metr olsun. Bu da 3 metr olsun. Və bura daşları yığmalıyıq. Eni 17 cm, uzunluğu 22 cm olan daşları düzməliyik. Ya elinə düzməliyik, ya da uzunluğa düzməliyik. Ya yalnız elinə, ya da uzunluğa. Ən çoxu neçəsini yükləmək olar. Deyir ki, üst-üstə də yalnız 3 daş yığmaq olar. İnşallah bura baxın, deyir ən çoxu. İndi mən baxıram ki, 4 metr 400 santimetrdir. 3 metrdə bilirik ki, 300 santimetrdir. Gəlirəm, eni 17, uzunu 22. Bu uzunu 22-ni uzun tərəfə yerləşdirsəm, daha çox yığa bilərəm də. Elə bil ki, bax, bir dənə belə bir daşımız var. Bunun uzunu olsun 22, eni də olsun 17. Mən bunu bura uzunluğa düşsəm 400-ə 22-dən qoya bilərəm, yoxsa 17-dən qoya bilərəm. Bir-bir yoxlayaq. Yəni baxalım. 400 deyil, 20, bax bunu belə qoyuram da, elə bil ki 22, 22 qoyuram. Yəni belə uzunluğa qoydum. 400-ü böləcəm 22-yə. Görüm, neçə dənə 22-ni yerləşdirə bilərəm? Bir dənə bölüm bunu. 400-ü böləcəm 22-yə. Bərabərdir. 400 böl 22 eləyir. Deməli 18 dənə. 18 dənə. 18 dənə bura uzunluğa daş yerləşdirə bilərəm. İndi
Deyir, üst-üstə də 3 dənə daş qoya bilərəm. 18 dənə birinci sıraya, 18 dənə ikinci, 18 dənə üçüncü. Deməli, uzunluğuna bura 18-i 3-ə vuraram. 54 dənə bura daş düzərəm. Belə. İndi bunun yanına da yuxarıda qoya bilərəm. Bax, belə, belə, belə. Bunun da enin axı 17-dir. Görək 300 metrə, 300 santimetrəyə neçə dənə 17-ni yerləşdirə bilərik. Buradan da deməli 300-ü bölməliyik. 300-ü böləcəm 17-yə. Yəni bölüm bunu 300 böləcək 17-yə. O da bərabərdir. Elə 17. Deməli, burada bir sıraya 54 dənə düzə bilirik və yuxarıya da 17 dənə olur. Ümumi neçə dənə daş düzə bilərəm? 17-ni vuracam 54-ə. Bunda vursaq 17 vurulsun 54. Bu da bərabərdir 918. Bizdən də onu istəyirdi elə. Ən çoxu neçəsini yükləmək olar? 18. Bunu belə də yaza bilərdiniz. 17-ni belə düzərdiniz. Yəni 400 bölünsün. Eninə bura düzə bilərdim. 17, 17. 400-ü böləcəksiniz 17-yə. Bir dənə bölüm onda. 400 bölünsün 17. Eləyir 23 dənə. İndi 3 sıra düzməlisiniz də. Üst-üstə 3 sıra. Bunda vuracam 3-ə. Yəni 23 dənəsi birinci sıra. 23 dənəsi bundan yuxarıdakı sıra. 23 dənəsi də belə. Olacaq 69 dənə. 300-ü də 22-yə bölməliyəm. O biri tərəfi də. 300-ü də böləcəm 22-yə. Eləyəcək 13. 300 də böləcəm 22-yə bərabərdir 13. İndi 13-ü də vurmalıyıq 69-a. 13 vurulsun 69. Bu da bərabərdir. Yazın bura. 13 vur 69 bərabərdir 897. Bax bu 2 dənə, yəni burayı 2 dənə, 2 form, 897 dənə daş yükləmək olar. 918 dənədir. Bizdən elə istəyir ki, ən çoxun içərisini yükləmək olar da. Bu da olacaq 918 dənə. Çoxu götürürük. Birdən desə azı nə qədər yükləyərik, orada 897 götürməliydik. Hər iki versiya baxın. Sonra gəlir 82-də görək. Nədir? 83-də. Şəkil əlaqələri mövzusuna aid olan sualdır. Şəkillərin keçidlərinə baxacaq, yer dəyişmələrinə baxacaq. Necə gedibdir? Buradakı ox işarəsi birincidən ikinciyə keçib, sonra 3-ə keçib, sonra gəlib olmalıdır 4-də. Bu ox işarəsini mən ən axırda görməliyəm. B, Y, C gedər, qalar A ilə D. A ilə D-nin arasındakı fərqi budur. Bu düz buzaqlığına tutsaq tapacaq. Bu düz buzaqlı buradadır. Sonra sağa gedibdir. Gedib çıxıb baş tərəfə. Yer olmayıb, gedib baş tərəfə. Sonra buradan gəlib ikincinə. Sonra da növbəti üçüncünə gəlməlidir. Hər şəkil elə bil ki, sağa doğru hərəkət edilir. Yəni düz buzaqlını burada üçüncündə görməliyəm. O da olacaq A variantı. Düzgün cavabımız olacaq A variantı. Sonra 84-ə baxaq. Görə nə deyir? Bu 84 aşkara operatorlarla qeyri-aşkar operatorların qarışığıdır. Bax, aşkarlıq burada nədir? Bərabərliyin sağ tərəfində düstur veribdir. Yəni, aşkar operatorlarda bir düstur verirdi. Qeyri-aşkarlıq olur ki, iki dənə operatorun yekun nəticəsini verir burada. Hansının hansı funksiya yerinə yetirdiğini bilmirik. Biz özümüz tapmalıyıq onu. Bax, iki dənə nümunə verib, bu nümunədən biz özümüz tapmalıyıq. Burada necə tapa bilərəm? Bax, A-nın əmsalına fikir verin. A-nın əmsalı 6-dır da. Bu 6-nı mən hasil kimi göstərməliyəm. 1 vur 6, 3 vur 2 kimi göstərə bilərəm 6-nı. Şimdi 1 vur 6-nı yoxlayırsınız, ödəmir. 3 vur 2 kimi yoxlamalıyam. Yəni bu operatorların biri 3-ə vuracaq, biri də 2-yə vurmalıdır. Şimdi gəl görək necə parçalaya bilərəm. Baxın. Bu rombu, indi bir neçə versiya yoxlamalısınız. Burada budur bu rombu. Rombun funksiyasını yazaram. Deməli, vursun 3-ə, üstə gəlinsin 2 kimi. İndi gəlin baxalım. Dairə. Romb yanındakı 3-ə vursun. 3A.
üstəgəlinsin 2. 3'ə vurub 2 gəl. İndi mən bu 3A üstəgəl 2-ni 9'a bu 6A plus 9'a tamamlamalıyam. Necə yazaram? Bunu 2'ə vuraram. Olar 6A üstəgəlinsin 4. Üzərinə də 5 gələrəm. Deməli, dairə operatorda 2'ə vurub üzərinə 5 gəlmə olur. Dairə operatoru da bərabərdir. Vur 2 üstəgəlinsin 5. Belə bir düstur çıxardaram, amma yoxlayaram. Görərəm, ödəyir, ödəmir. Keçərəm ikincində. Budur burada. Dairə operatoru vur 2 üstəgəl 5'dir. Yazıram bura rom. Dairə operatoru vur 2 üstəgəl 5 isə yazıram bura 2A üstəgəlinsin 5. Romba operatoru nə idi? 3'ə vurub üzərinə 2 gəlməli. 3'ə vuraram bunu. Eləyər 6A üstəgəl 3'ü 5'ə vuranda 15, üzərinə də 2 gələndə 17. Deməli, düzdür. Dairə romba operatoru funksiyası vur 3 üstəgəl 2'dir. Dairədə də vur 2 üstəgəl 5'dir. Deməli, düz tapmışam. Gəlib yerinə qoyub yazarıq. Romba operatoru nə idi? 3'ə vurub üzərinə 2 gəlmədi. 3'ü 5'ə vuracam. 15 üzərinə 2 gələcəm. Bura olacaq 17. Dairə operatoru da 2'ə vurub üzərinə 5 gəlmədi. 2'ni 3'ə vuracam 6. Üzərinə 5 gələcəm. Eləyəcək 11. 17 üstə də 11 gələndə eləyəcək 28. Düzgün cavabımız olacaq A variantı. Sonra gəlir deməli nə? 85'də verilmiş iki sözün hərfləri bir-birindən yalnız bir dəfə, sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar. Yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözlərdəki hərflərin sayına bərabərdir. Yəni, bu sözlərdən, daha doğrusu buradakı hərflərdən söz düzəltməliyik. Məsələn, yazıb burada 1, 3 variantlarla getsək. S, A, K, bir də rahib, rahib. Buradan söz düzəltməliyik. Elə bil ki, saldıq bunu anagram formasına. Burada da nə söz yarada bilərik? S, A, H, I, B, Ç, A, R. Və sahibkar sözünü düzəldə bilərik. Bax, qarışdırmayın. Tunç sözü burada var, kol sözü burada var. Bunu istəmir ha. İkisini bir yerdə söz düzəltməliyik. Məsələn, kol, bir də tunç. Buradan söz düzəltməlisən, birlikdə. Və kol sözü 3 hərflidir, tunç sözü 4 hərflidir. Düzəltdiyin sözdə cəmisi 7 hərfli söz olmalı. Yəni, bunu yaratmalısan. Məsələn, 2-4 yazıb. Məsəl üçün deyirəm də, gələn dəfə qarşınıza belə söz çıxsa. 2 ilə 4'ü götürdünüz. Kolla tunç sözündən, yəni bu hərflərdən söz düzəltməlisiniz. Düzəlmir. Amma sak sözü ilə rahib sözün yığırsınız buradakı hərfləri bir yerə, yeni bir söz yaradırsınız. Sak sözü 3 hərflidir. Rahib sözdə 2, 4, 5 hərflidir. Yeni yaratdığımız sözdə 8 hərfli olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Olur 8 hərf. Bax, buradakı A-dan da istifadə eləməlisiniz, buradakı A-dan da istifadə eləməlisiniz mütləq şəkildə. Olacaq sahibkar 1, 3 A variantı. Sonra gəlir hesab əməlləri mövzusuna aid olan bir sualda. Deməli, bunu böyüdüm biraz. Bizə deyir ki, eyni hərflərin fərqli hərflərin isə fərqli rəqəmləri göstərdiyini və P bərabərdir 4 olduğunu bilərək sual işarəsi əvəzində uyğun olan variantı tapmalıyım. Bunu mən biraz görünən formada yazsam, belə yazarıq. İşıq. Buraya yazaram şam. Buradan da görə bilərsiniz, problem yoxdur. Amma belə yazanın daha rahat görürsün. Buraya yazaram onda A, buraya yazaram P, buraya yazaram M, buraya yazaram A, burada yazaram L. Çox yuxarıda yazım ki, daha rahat görsəniz. Burada görürsünüz ki, 3 rəqəmlidir. Bu I fərqli, baxın, nəticəmizə baxın, bu I fərqli rəqəm olaraq düşüb aşağıya. Bax, Q'nın üstünə M gəlib A, İ'nin üstə A gəlib P, Ş'nın üstə Ş gəlib M. Bu I nəymişsə, yadımda nəsədə qalıb, gəlib bu 2 rəqəmli ədəd alıb. I ancaq və ancaq 9 olmalıdır ki, I 9 olanda, burada yadımda nəsə qalıb, gəlib buranı
nə bilim, 10-a çevirib, neçəyəsə çeviribdir. Tapdım ki, 11 ola bilər, 12, 13 və s. Nəsə belə bir şey çeviribdir. Bu 9'dur. 9 üstə nəsə gəlsən bu 10 neçə olacaq. İndi mən də baxıram ki, burada ş ilə ş-nın cəmi 10 neçə ola bilər. Yəni yadımda maksimum 1 qala bilər. Və i-nin də 9'un üzərində 1 gələndə bu 10 eləyə bilər də. Yəni 9'un üzərinə 2 gəlsəm 11, 11 ola bilməz. Çünki müxtəlif hərflər deyil. Yəni 12 ola bilər. O da yarə yadımda 3 qala gəlib 12 olsun. Ona bu dəqiq olaraq az sıfırdır. Çünki yadımda buradan 1 qalmalıdır ki, gəlib bu 9 üstə 1 10 eləsin. Az sıfırdır. Bu P də deyir ki 4'dür. Özü verirdi. P də 4'dür. Gəlirəm falan. Q-nun üstünə M gəlib. Q-nun üstünə M gəlib A 0 eləyibdir. 2 dənə müsbət ədədin cəmi 0 ola bilməz. Bu dəqiq olaraq Q ilə M-in cəmi 10'dur. 0 yazaram, 1 yadımda. İ-nə, bu A-da 0'dır da. İ-nin üstünə 0 gələndə, yadımda da 1 qalanda gəlib 4 eləməlidir. I-nin daha doğrusu. Bu nə ola bilər? Bu 3 olmalıdır ki, 3 üstə 0 gələrəm. 0 eləsin, yadımda da 1 qalsın, gəlsin buranı 4 eləsin. Bunda bu 3 üstə 0, yadımda heç nə qalmadı. Onda belə çıxırdı, ş ilə də ş-nın cəmi 10 neçə dəxi bayaqları? 2 dənə eyni ədədi toplamışam. Yəni m ədədi 2-yə bölünən ədəddir. M nə ola bilər? Ya 12 olacaq, ya 14 olacaq, ya 16 olacaq, ya da 18 olacaq. Şunlar m 8 verir də. M-ya 8 versəm, məcburam ş ilə ş 9 olar. Çünki 9 da 9 18 edir. Deməli, m 8 ola bilməz. Buradan m-nın 8 versiyasını sildim. Sonra m 6 olsa, ş üçün qalır 8-dən 8. 8-də 8, 16 düzdür. Burada problem yoxdur. Amma burada m-ya 8 versəm, 8-in üzərinə m-ya daha doğrusu 6 versəm, m-ya 6 versəm, 6'nın üzərinə nə gəlsəm, 10 eləyər, 4 gəlsəm. Q-ya da 4, P-ya da 4 verəmərəm. Burada deyir ki, eyni hərflər eyni, fərqli hərflərin isə fərqli rəqəmləri göstərir. Onda buradan 6 versiyası da gedər. Getdi bunlar. M-ya təbii ki 4 də verəmərəm. Çünki P-yə vermişəm. Getdi bu da. M-ya qalır bir dənə 2. M-ya 2 qaldı. Avtomatik nə olmalıdır? Ş 6 olmalıdır. 6 üstə 6 12 edir. M2 isə Q-ya da qalmalıdır. 8 üstə 2 10 eləsin. Mənə də istəyir ki i. I tapmışdıq 9. M da neçədir? 9'u da 2 gələndə eləyəcək 11. Düzgün cavabımız olacaq. Cevabımdır. Aydındır. Sonra gəlir 87'də. Nə deyir bizə? Aşağıdakı sırada C hərfindən yuxarıdakı ilk hərfdən, yəni bunu hissə oxuduqca gedəyin daha rahat olacaq. C hərfindən yuxarıdakı ilk hərfdən, yəni B-dən, ilk hərfdən, aşağıdakı üçüncü hərfdən, yəni B-dən aşağıdakı üçüncü hərf, 1, 2, üçüncü hərf, bax bu D-dan, yuxarıdakı ilk hərfdən, D-dan yuxarıdakı ilk hərf, yəni budur bu C-dan, aşağıdakı ikinci hərf, C-dan aşağıdakı ikinci hərf, 1, ikinci hərf olacaq Y. İkinci hərf hansıdır? Y hərfi. O da hansı variantdadır? B variantındadır. Burada nə deyirsə, yəni onu izləməlisiniz. Dedikcə hərfi tapırsınız. Bəzən bunun sağda, solda, ortada və s. belə versiyalarda olur. Hissə oxuduqca işarələyin hərfinizi görün hara düşür. Sonra gəlir 88. Qeyri-aşkar operatorlara aid olan bir tapşırıqdır. Kənar hədlərə görə orta həddin tapılması. Şöyle nə deyir burada? Deməli, qanunluğu müəyyən edib tapmalıyıq. Yəni, qaydası bunun belədir ki, 24-dən 36-dan 26-nı almalısınız. Yenə də tək-tək baxmalıyıq buna. 24-də 2 və 4 kimi baxırıq. 2-ni vuracam 4-ə, eləyəcək 8. 3-ü də vuracam 6, eləyəcək 18. 8 üstə 18 eləyəcək 26. Deməli, ədədin rəqəmlərin bir-birinə vurub toplayıram. 8 2-nin 16, 2 8-in 16. Toplayaram eləyər 32. 1 5-in 5 və s. 7 1-in 7, 4 3-ün 12. 12 üstə 7 gələndə 19. Düzgün cavabımız olacaq
Y variantı. Rənglənmiş hissənin sayəsini tapmalıyıq. 89 nömrəli sualda. Və hər xana, 36 xananın hər birinin sayəsi bir sahə vahididir. Və burada nə etməliyik? Ancaq düzbucaqlı üçbucaqlara tamamlamalıyıq. Buradan belə çəksəm. Düzbucaqlıya və düzbucaqlı üçbucaqlıya, bir də normal üçbucaqlıya. Baxıram ki, bu düzbucaqlı üçbucaqlıdır. Düzbucaqlı üçbucaqlının katetləri hasılı. Sayəsi necə idi? S bərabəridir. Katetləri hasılı A vurulsun, B bölünsün 2. Bunun kateti 1, 2'dir. Yəni, bax, bura baxın, bura. Hər xananı, hər damanı deyir ki, 1 götür. 1, 2. Yazaram bura 2 vurulsun. Burada 1, 2'dir. 2 vurulsun, 1 bölünsün 2. O da bərabərdir 1'ə. Deməli, bura oldu 1. Burada oldu 1. Burada oldu 1. Üzr istəyirəm. 1, 2'dir. 2'ni 2'ye vuracağım 4. Böləcəm 2'ye. Buraya eləcək 2. Deməli, bura oldu 2. Burada oldu 2. Burada oldu 2. Sonra burada da yeni eyni qaydını. Baxın, 2 dənə buradadır. 2 dənə buradadır. 1, 2. 2, 2'nin 4. 4'ü böləcəm 2'ye. Bura 2. Burada 2. Burada 2. 1, 2, 3. Bunlar da 2'dir. Ha. 3, 3, 6. 6, 2, 12. Üstə gələcəm. 1, 1. Düzbucaqlının sayəsi elin uzunluğuna vururam. Bura 1'dir, burada 1. 1, 1'in 1. 1, 1, 1, 1. Elədir, nə qədər? 4 dənə 1. Üstə gələcəm. Sonra bu üçbucaqlının sayəsini tapmalıyam. Üçbucaqlının sayəsi necə idi? Bir tərəf və həmin tərəfə çəkilmiş hündürlük asının yarısı. Deməli, bura 1'dir, burada 1. İkisi elədir 2. Hündürlükdə 1'dir. Deməli, 2'ni vuracam 1'ə, böləcəm 2'yə. O da bərabərdir 1'ə. Deməli, bura olacaq 1. Eyni şey burada da var, burada 1'dir. 1 üstə 1, 2. Üstünə gələcəm 2. Sonra bir dənə də burada adi üçbucaq var. Buna sayəsi necə tapılır? Yenə eyni qayda ilə 1, 2, 3, 4. Vuracam hündürlük 1'ə. Yəni 4'ü vuracam 1'ə, böləcəm 2'yə. Bu da bərabərdir 2. Bu da burada var. Bunların hamısını toplasam 2 üstə 2, 4, üstə 4, 8, üstə 12, 20. Düzgün cavabımız olacaq neçə? 20. Sonra gəlir 90 və 92. Deməli, uşaqlar, baxaq. 92-də aşağıdadır şərtləri. ABSDY adlı alıcılar ərzaq, geyim, təsərrüfat malları, oyuncaq və zərgərlik məmulatları mağazalarında olmuş və qiyməti 9, 10, 11, 12, 32 manat olan malları əldə etmişdir. Hər biri fərqli mağazadan bir ədəd mal almışdır. Onlardan bəzisi ödənişi kredit kartı ilə, bəzisi nağd olaraq etmişdir. Məlumdur ki, yine aşağıdakı şərtləri oxumalıyıq. Blok suallarını yazanda çalışın, belə yazsanız daha yaxşı olar. Mən belə yazıram. Necə? Əvvəlcə özümüz üçün əsas bir dənə element götürürük. Yazıram bura A. Buraya yazacağım B. Sonra C. Bir de Y. Buradakı alıcıları düzürəm bura. Sonra əlavə elementlərimiz var orada. Nədir? Mağazalardır. Buraya yazacağım. Mağaza və qiymətlər var orada. Buraya yazacağım. Qiymətlər, bir də ödəniş formaları. Nağd yoxsa kredi. Ödəniş formaları. Rəngini dəyişək. Deyək ki, məlumdur ki, əvvəlcə bu mağazalar da buraya yazaq. Mağazalar nədir orada? Ərzaq, geyim, təsərrüfat, zərgərlik və oyuncaq. Sonra qiymətlər var. Qiymətlər də nədir? 9, 10, 11, 12, bir də 32. Ödəniş forması da 2 dənədir. Kredit və nağd. Deyir, D-nin kredit kartı yoxdur. D-nin kredit kartı yoxsa deməli o nağd alıbdır. Buraya yazacağım nağd.
Y-nin kredit kartı ilə ödədiyi məbləği göstərən ədəd. Deməli, Y kredit kartı ilə ödəyibdir. Y-ni yazıram bura. Özü deyir ki, Y-nin kredit kartı ilə ödədiyi məbləğ göstərən ədəd cütdür. Cütdürsə, Y üçün nə olar? 10, 12, 32. Və deyir ki, o ödənilən məbləğlər arasında ən böyük deyil. Y üçün deməli qalır nə? 10 ilə 12. Ən böyük deyilsə, ya 10-dur, ya da 12. Sonra keçirik. Deyir ki, 10 manat xərcləyən B. Deməli, B 10 manat xərcləyibdir. Buraya yazıram 10 manat. Y üçün ya 10-udur, ya 12 idisə, yəni onu buradan silərəm. Çünki daha onu B götürübdür. Y üçün qaldı 12. Yazıram buraya Y üçün 12. Və tapdıqcan da uşaq üstündən xətt çəkirəm burada. 10-u sildim, 12-ni sildim. Da bunları istifadə eləmişəm. Deyir ki, 10 manat xərcləyən B zərgərlik məmulatları və geyim mağazalarında mal almayıbdır. B zərgərliklə, geyimlə mal almayıbdır. Buna X qoyuram. Keçirəm. Ərzaq mağazasında, təsərrüfat malları mağazasında xərclənəndən az, ən az pul xərclənməyən geyim mağazasında xərclənəndən çox pul xərclənibdir. Yazıram bura, ərzaq mağazasında, təsərrüfat malları mağazasında xərclənəndən az, təsərrüfatdan az və ən az pul xərclənməyən geyim mağazasından çox pul xərcləyibdir. Bura baxın. Bura indi ədədləri düzməliyəm. Başlayıram birinci bu verilən ədədləri bura düzməyə. Bura 9 yaza bilərəm. Birinci başlayıram 9-dan. 9 yazsam bizə deyir ki, ən az pul xərclənməyən geyim mağazasından. Deməli 9 yaza bilmərəm. Getdi. 10 yazmaq istəyirəm. 10 yazsam bizə deyirdi ki, bu B 10 manat xərcləyib, o da zərgərlik və geyim mağazasından mallar almayıb. Deməli, B üçün, bax, bu geyim mağazasının, əgər 10 yazsam, avtomatik bura 10 gəlməlidir. O da deyir, olmaz. Buradan onu da sildim. Qalır bir dənə nə bura? 11. Ardıcıl düzələcəm. Bura düzməliyəm 12. Bir də düzməliyəm 32. Gəlirəm. Deməli, 12-yə burada tapmışdıq. Deməli, 12 üçün, Y üçün ərzaq malları mağazasını yazırıq. Düzdür. Sonra keçirik aşağıda bizə görə nə deyir? Deyir ki, kredit kartları ilə ödənilən məbləğlərin cəmi, nağd ödənilən məbləğlərin cəmindən 32 manat çoxdur. Kredit bərabər olmalıdır. Belə deyək də, nağd üstə gəlinsin 32-yə. Bu verilmiş hissələri, rəqəmləri toplamalıyam və kredit tərəfdə 32 manat fərq yaranmalıdır. Yəni 32 manat çox olmalıdır. Onda belə çıxır ki, bu 32 manatı mən kredit tərəfdə yazmalıyam. Yəni yazıram bura, baxın uşaqlar. Kredit, burada elə yazar. Kredit, bir də nağd. Bu 32-ni yazıram bura. Plus, gözləyirəm. Bu 32 manat fərq yaranması üçün yerdə qalanlar bir-biri ilə bərabər olmalıdır. Bu 32 manat o aradakı fərqi yaratsın. O da nə ola bilər? 9 ilə 12-nin cəmi 21 eləyir. 10 ilə da 11-in cəmi 21 eləyir. Yəni bu 21 burada, biri 21 burada olmalıdır, biri 21 də burada olmalıdır. İndi biz bilmirik 10, 11-i buraya yazaq, yoxsa 9, 12-ni buraya yazaq. Yuxarıda şərtimizdə bizə köməkli edirdi. Deyirdi ki, 12 kredit tərəfdədir. Onda 12-ni buraya yazan kimi avtomatik ardıcan nə yazmalıyam? 9-u yazmalıyam. Gəlir, nağd tərəfdə də nə qalır? 9 ilə daha doğrusu 10 ilə 11 qalır ki, cəm 21 alınsın. 10 üstə gəlinsin 11. Baxın, 12 üstə 9, 21, 10 üstə 11, 21. Bu 21, 21 bərabər olmalıdır və 32 də aradakı fərqi yaratmalıdır. Hardan bildik ki, 12, 9 oraya yazmalıyıq? Kredit tərəfindən bildik. İndi gəlirik. Bildik ki, 2 dənə nağd ödənişim var, 3 dənə kreditdir. Nağd ödənişin biri 10 manatdır. Yazıram bura. 2 dənə daxil. O biri nağd ödənişim nədir? 11-dir. Yazıram bura 11. Və 11 geyim malları mağazası olduğuna görə buraya yazıram geyim. Sonra gəlirəm 30 qalanlarda qalır kredit. Buraya yazıram kredit. Burada yazıram kredit. İndi gəlirəm. Tapdıqlarımız nədir? Ərzaqı tapmışıq 12 manat. Geyimi tapmışıq 11 manat.
Təsərrüfatı tapmışdıq 32 manat. Düzdür. Qalır zərgərlik üçün 9 və 10. İndi 10 zərgərlikdə olmaz da. Burada deyildi ki, 10 manat zərgərliklə geyimdə deyil. Onda zərgərlik üçün qalacaq 9 manat. Oyuncaq üçün də qalacaq 10 manat. Ona biz bildik ki, B oyuncaq malları mağazasında malları alıbdır. Bu A ilə Z-ni bilmirik hələ ki. Keçək yuxarıdakı suallarda görək nələri deyirlər. Gəlir burada deyir ki, əgər C təsərrüfat malları mağazasından mal almayıbsa, bunu indi dəyişək. Bu şərt ancaq 90 nömrəli sual üçün keçərli da. C təsərrüfat malları mağazasından mal almayıbsa, C ya təsərrüfatda qalırdı, ya da nədə qalırdı? Zərgərlikdə. İndi təsərrüfat malları mağazasından mal almayıbsa, deməli zərgərlikdən alıbdır. Zərgərlikdən alan kimi avtomatik burada 9 manat yazmalıyam və A onda təsərrüfat malları mağazasından mal alıbdır və təsərrüfatdan da nə qədər pulla almışdı? 32 manatdır. Bunları fərqli rənglə yazıram ki, çünki bu ancaq 90 nömrəli sual üçün keçərli. 91-ə keçəndə bu köməkçi şərtləri siləcəm. Deyək, C Y-dən çox, aşağıdakılardan hansı səhvdir? C Y-dən çox pul xərcləyibdir. C 9 manat xərcləyib, Y 12 manat xərcləyib. Bu səhvdir, yalandır. Bu səhvdir. Yəni bu şərtə görə. Məsələn, birini də yoxlayaq. Deyir, Y 12 manat pul xərcləyibdir. Y 12 manat pul xərcləyib düzdür. Yəni digər variantları bir-bir yoxlayacaqsınız. Hamısı düz olur. Bir dənə A variantı səhvdir. Bəziləri olacaq, ola da bilər, olmaya da bilər. Amma A mütləq səhv. İndi keçəndə 91-ə bu T-ni, bunları, qırmızılar, bunları 90 nömrəli suala görə yazmışdım. 91-ə keçəndə artıq onları siləcəm. Bir aşağıdakılardan hansı mütləq doğrudur? Bu cədvəldə. Ən az pul oyuncaq malları mağazasında xərclənibdir. Gəlin baxalım. Oyuncaq malları mağazasında 10 manat xərclənib. Ən az zərgərlikdədir. Mütləq doğrudur? Yox, bu mütləq səhvdir. Təsərrüfat malları mağazasında kredit kartı ilə ödəniş edilibdir. Baxaq görək, təsərrüfat malları 32 idi. 32 kredit kartları, bu düzdür. Bu mütləq düzdür. B variantı düzdür. C-yə baxaq bir dənə də. Ən çox pul xərcləyən C olubdur. C ya 32 xərcləyib, ya 9 xərcləyib. Bu ola da bilər, olmaya da bilər. Bilmirəm, mütləq deyil. Bizə deyir ki, mütləq doğrudur. Bunu da bilmədik. B C-dən çox pul xərcləyib. Baxaq görək, B 10 xərcləyib, C 9 da xərcləyər, 32 də xərcləyər, bilmirik. Yəni bir dənə mütləq doğru B variantıdır. 92-də də deyir ki, oyuncaq mağazasında neçə manat pul xərclənibdir? Oyuncaq mağazasında tapmışdıq 10 manat pul xərclənibdir. O da olacaq A variantı. Sonra keçirik növbəti bloka. Görək burada nə deyir? Satıcılar KLMN satmaq üçün bazara 12, 18, 24 və 30 litr süd gətirmişdir. Yəni burada da cədvəlimizi quraq. Görək ki, yazı bura K, L, M, N. M və N. Bunlar gəlib nələr gətiriblər? Hardan gəliblər? Biri Binədən, biri Keşlədən, digər ikisi isə Masazırdan gəlib. Deməli, 2 dənə ərazi, bura ərazi yazacağım birincinə. İkincinə yazarıq. Bazara 12, 18, 24 litr süd gətiriblər. Bura yazaq. Süd litrlə yazaq. Sonra aşağıda yazıb ki, biri 2 litrlik, 3 litrlik, digəri isə 1 litr qablarla. Buraya yazaq ki, qabları litrlik. Bir də qabın sayını yazacağıq. Qab say olaraq yazacağıq. İndi gəlin baxalım. Deyir ki, məlumdur ki, el satmağa gətirdiyi südü 4 qaba doldurmuşdur. Uşaqlar, mən baxıram burada. Deməli, 12, 18, 24, 30 litrlik süd gəlibdir. Biri Binədən, biri Keşlədən, digəri isə, ikisi isə Masazırdan gəlibdir. Və biri, deməli, 2 litrlik qabla gətirib südün. Biri 3 litrlik qabla,
Digər ikisi isə 1 litrlik qabla gətiribdir. İndi baxırıq, el satmağa gətirdiyi südü 4 qaba doldurubdur. 4 qaba 1 litrli ilə getsə 4 litr süd gətirməlidir. Yoxdur. 2 litrli ilə getsə 4, 2-nin 8. Burada o qədər süd yoxdur. Bu ancaq 3 litrlik qabla gətirməlidir ki, 12 litr süd gətirsin. El üçün yazıram ki, el südü gətirib, neçə litr süd gətirib? 12 litr süd gətirib. Neçə litrliklərlə gətiribdir? 3 litrliklərlə gətiribdir. Neçə qaba doldurubdur? 4 qaba doldurubdur. Eli tapdıq. Deyir, binədən gələn n, deməli, n binədən gəlib. Ərazi olaraq yazıram bura, binə. 2 litrlik qablarda süd gətirən satıcıdan çox. Deməli, n çox süd gətirib nədən? 2 litrlik qablarla süd gətirən satıcıdan çox. Keşlədən gəlməyən K-dan az süd. Bax, K deyir ki, keşlədən gəlməyibdir. K-dan az süd gətirmişdir. İndi baxırıq uşaqlar. Bizə deyirdi ki, bir nəfər binədən gəlib, bir nəfər keşlədən gəlib, digər ikisi də Masazırdan gəlib. 2 nəfər də Masazırdan gəlib. İndi deyir ki, K, biz tapdıq ki, bir dənə binədən gələn n imiş. K da deyir ki, keşlədən gəlməyibdir. K da keşlədən gəlmişsə, qalır o 2 dənə Masazırdan gələn biri K üçün. Ərazi olaraq buraya yazacağıq Masazır. Amma L ilə M-in hansının keşlədən, hansının Masazırdan gəldiğini hələ ki bilmirik. Amma K deyir ki, Masazırdan gəlməyibsə, onda hardan gəlibdir o? Daha doğrusu keşlədən gəlməyibsə, onda Masazırdan gəlib. Binədə n gəlmişdir. Sonra keçirik. Deməli, bir nəfər, burada yazaq bir dənə, bir nəfər 3 litrlik, biri 2 litrliklə gəlmişdi. Onu bir dənə yazın bura. Biri 2 litrliklə gəlmişdi. Biri 3 litrliklə gəlmişdi. 2 nəfər də 1 litrlik qabla gəlmişdi. Deməli, biz tapdıq ki, 3 litrliklə gələni tapdıq getdi. Kim gəlmişdi? El gəlmişdi. Qalır 2 litrliklə gələn. 2 litrliklə də bir nəfər gəlib. El ola bilməz. Çünki el 3 litrliklə gəlib. N-lə K da ola bilməz. N-lə K da ola bilməz. Nəyə görə? Çünki K N-dən çox. N-də bu 2 litrlikdən çox, yəni süd gətiribdir. Mən də baxıram ki, o kimdir? El ola bilmədi. K ola bilmədi. N ola bilmədi. O qalır M-ə. M 2 litrlik qabla gəlibdir. Düzdür? Bunu tapdıq ki, M-dır bu. Buraya yazıram ki, M-dır. İndi gəlirik. 12, 18, 24, 30 litr südüm var. 12, 18, 24 və 30 litrlik südüm var. Bu 3 dənə böyük kiçikdir var. Bura ədədləri düzməliyəm. 12-dən başlayıb düzəlməliyəm ki, çünki 12 L-dadır. 12-ni silirəm. Yerdə qalan ədədləri bura düzməliyəm. Necə düzəldim? Ardıcıl formada düzəldim. 18 burada, 24 burada, 30 da buradadır. Gəlirəm. M hardadır? M 18-dir. M üçün yazıram südün litrin 18 və 9 dənə qaba yerləşdiribdir. N nə qədərdir? 24-dür. Yerdə 2 nəfər 1 litrlidir. Bunlar 1 litrlidir. 24 dənə qaba yerləşdirib. K da 30 litrlidir. 1 litrli ilə gətiribdir. 30 dənə qaba yerləşdiribdir. L ilə M-in keşlə Masazırdan gəldiyi haqqında bir məlumat yoxdur. Tapa bilmirəm onları. Gəlin baxalım suallara. Deyir, L satmağa neçə litr süd gətirib? L satmağa 12 litr süd gətirib. M satmağa gətirdiyi südü neçə qaba doldurubdur? M 18 litr gətirib 2 litrliklərlə 9 qaba doldurubdur. Variantı. Sonra qalır orada 95. Aşağıdakılardan deyil, hansı mütləq doğrudur? Satmağa ən çox süd gətirən satıcı Masazırdandır. Satmağa ən çox süd gətirən K-ydı, 30 litr gətirmişdi, Masazırdandır. Bu düzdür. Keşlədən gələn satıcı gətirdiyi südü 9 qaba doldurubdur. Bu səhv ola da bilər, düz də ola bilər.
9 qaba dolduran M-dir. Ya keşlərdən gəlib, ya masajırdan. Bunu mütləq nə düzə götürmürəm, nə də mütləq səhvə götürmürəm. Bu gedər, yəni lazım deyil mənə. El də masajırdan gəlibdir, bilmirəm. El ya masajırdan gəlir, ya da keşlərdən gələr. Bunun haqqında məlumatım yoxdur. Onda nədir burada? Yalnız bir düzdür. Düzgün cavab olacaq D variantı. O cədvəl quranda avtomatik çıxır hamısı. Sonra gəlir, şuralar orada 96-da görə nədir? 96 böyük 1, 2, 3, 4 ədədlərini bura doldurmalıyıq. Ələ yerləşdirməliyik. Bu kiçikdir. Bu da böyükdür. Şərtlərini gözləməliyik. Yenə də bu riyazi oyunlara aid olan bir tapşırıqdır. Sətir üstün üzrə təkrarlanma olmamalıdır. Necə başlayırıq yazmağa? Ən böyük, ən kiçik ədədləri düzməliyik və ya eyni işarədən ardıcıl olaraq, yəni məsələn bunlardan bax eyni ol. Ən çox harda varsa ya da beləsi, ən çox harda varsa gedib oradan başlayırıq yazmağa. Gəlin başlayalım. Bax burada mən 4-ü yazmaq istəyirəm. 4-ü buraya yaza bilərəm. Yox. 4-ü buraya yazsam aşağıdakı xanadan kiçik olmalıdır. 4 də burada verilmiş ədədlərin heç birindən kiçik deyil. 4-ü burada yazsam, 4 buraya yazsam buradakından kiçikdir. 4-ü burada yazan verəm, buraya yazsam buradakından kiçikdir. Deməli 4 üçün bir dənə yer qaldı bura. 4'ü yazdım bura. İndi gəlin bura 1 yazmaq istəyirəm. 1'i buraya yazsam, 1 nədənsə böyük deyil. 1'i buraya yaza bilərəm, yaza bilərəm. 1'i buraya yaza bilərəm, yaza bilərəm. Sonra keçək aşağıdakı xanada, sətirdə, yəni 1 ilə alandıra bilmədik, keçək 4'ü. 4'ü buraya yaza bilərəm, yox, 4'ü buraya yazan verəm, sütunda 4 var. 4'ü buraya yaza bilərəm, 4'ü buraya yox, yazan verəm. Nəyə görə? 4'ü buraya yazsam sağdakından kiçik olur. 4'ü buraya yazsam yine sağdakinden kiçik olur. 4 heç nədən kiçik deyil. 4 qaldı bura. 4 bura qaldı. Gəlirəm burada 1'i yazmağa. 1'i buraya yaza bilərəm. Yox. 1'i buraya yazsam sağdakindən böyük, solundakindən böyük olmalıdır. 1'i buraya yazan verəm, solundakindən böyük olmalıdır. Onda qalır 1 bura. Şimdi burada qalır 3'dən 2. 3'dən 2'ni də necə yazaram? 3'ü buraya yazaram, 2'ni buraya yazaram ki 3 2'dən böyük olsun. Şimdi 4 buradadır. Bura 1 yazan verəm. Çünki 1 nədənsə böyük deyil. 2 də yaza bilmərəm. Bura qalır 3. Bura 1 də yaza bilmirəm. Çünki üstündə 1 var. Bura qalır 2. 4, 3, 2. Bura qalır 1. İndi bura 1, 2 yazmışam. Bu sətirdə 4'ü ara. Bu üstündə bu sətirdə 4'ü ara yazaram. 4'ü buraya yaza bilmərəm. Çünki üstündə 4 var. 4'ü buraya yazan verəm. Üstündə 4 var. 4'ü D'nin değerine yazan verəm. 4'ü buraya yazsam buradakindən kiçik olmalıdır. 4 üçün bir dənə qaldı yer bura. Sonra bu D'ye 3, 2, 1 yazmalıyam. 3, 2 varsa bura qalır 1. 2, 3, 1 bura qaldı 4. Sonra deməli 4, 1'i yazdıq bura. Burada da 3 yazmışdı. O da düzdür. İndi 3, 4, 1, 2 qalır. 1'i buraya yaza bilmərəm. Buraya yazaram 2. Buraya yazaram 1. 1, 2, 4. Bura qaldı 3. 1, 4, 3. Bura qaldı 2. 4, 1, 2. Burada qaldı 3. Düzdür. Get. İndi gəlirik. Bizə deyir ABCD ardıcılığından düzün. A neçədir? 3. B neçədir? 3. C neçədir? 1. D'də 1. 3, 3, 1, 1. Bu ardıcılığına düzməliyik. Düzgün cavabımız olacaq. Bax belə. Sonra gəlir. Deyir ki, cəmi 252 olan 4 müxtəlif 2 rəqəmli ədədlərin ən kiçiyinin ən böyük qiyməti ilə ən böyüyünün ən kiçik qiymətlərinin fərqini tapmalıyıq. Deməli, belə olanda nə edirik? 252-ni bölürük 4'ə, bir ədədi orta tapırıq. Bu da eləyir, deməli, eləməlidir 63. Deməli, 4-dən 63'ü toplasam, 63, 63, 63, 63. Toplasam 252 edir. Amma bizə deyir ki, 4 dənə müxtəlif 2 rəqəmli ədəd. Burada müxtəlif ədədlər yaratmalıyıq. Necə yaradarıq? Burada bir dənə, 2 dənə o biri rəqəmlərin üzərinə götürüb verməklə. Bu 63 qalsın yerində.
Yox. Bu 63-dən bir dənə götürüb bura qoyaram. Buralar 62, buralar 64. Sonra bu 63 qalsın yerində. Birini götürüb bura qoysam, buralar 64 bundan eyniləşər. Mən onda fərqlilik yaratmaq üçün buradan 2 dənə götürməliyəm. Buralar 61. Bu 2 dənəni də götürüb bunun üstünə qoyuram. Buralar 65. Yəni, bax, bunların da cəmini toplasaq 252 alınacaq. Deməli, bu ən böyük ədəd 65 alına bilər. Yəni, bu 65-dən kiçik ədəd alına bilməz. Yəni, sən 4 dənə ədəd yazsan bura, ən böyücü 65 alınacaq. Ən böyüyünün ən kiçik qiyməti 65 alınacaq. Sən burada belə də yaza bilərsən. 66, 67, 68, nə bilim, 70, 100 və s. yaza bilərsən. Amma yəni ən böyük nə verirsənsə, onun ən kiçik qiyməti 65 ola bilər. Ən kiçik verəcəyin qiymətində ən böyük qiyməti 61 olar. Yəni sən burada 60, yəni ədədləri düzüb də o düzdüyün ədədlərin içərisində ən kiçik 62 ola bilməz. Düzdüyün ədədlərin içərisində ən kiçiyi 64, 63 ola bilməz. Yəni ən kiçiyi 61 ola bilər. Bizə dedik ki, bunların fərqi neçədir? 65 çıx 61, o da bərabərdir 4. Baxalım 98 nömrəli suallar. Deməli, şəkil ədəd əlaqələrinə aid bir tapşırıqdır. 5, 3, 1, 11, 3, 2-dən bu 5-i almalıyıq. Necə alarıq? Hamısını toplayarıq. 5, 3, 1, 11, 3, 2. Hamısını toplasaq eləcə 25. 25-dən kvadrat kök alarıq. Olar 5. Buranı toplasaq eləcək 16, kvadrat kökü 4. Burada da hamısını toplayanda eləyəcək 36, kvadrat kökü 6. Düzgün cavabımız olacaq 6. Sonra 99-a baxaq. Z, A, L, I və M deyir, natural ədədlərdir. Və cədvəllər mövzusuna aid olan sualdır. Gördüyümüz kimi burada hasil yazıbdır. Yəni, A ilə Z-i bir-birinə vuranda 2 alınmalıdır. Yazıram, A vurulsun Z bərabərdir 2. Sonra Z vurulsun I bərabərdir 3-ə. L vurulsun M bərabərdir 4-ə. A vurulsun M də bərabərdir 8-ə. Natural ədədlər olduğuna görə biz baxarıq ki, A-nı Z-ə vuranda 2, Z-i də I-yə vuranda 3 eləyir. Yəni, Z hər iki vuruqda iştirak elədiyinə görə, yəni həm 2-yə, həm də 3-ə bölünən ədəd neçə olar? 1 olar. Z-ə yazarıq 1, Z-ə yazarıq 1. İndi A, nəyi 2-yə vursam 2 eləyər? 2-ni. Nəyi 1-ə vursam 3 eləyər? 3-ü. Nəyi 1-ə vursam 3 eləyər? 3-ü. Sonra A oldu 2, A2-dirsə M neçədir? 4-dür. M 4-dürsə L neçədir? 1-dir. İndi bizdə də deyir ki, hansı hərflər eyni bir ədədi ifadə edir? Z ilə L. Hər ikisi L ilə Z, hər ikisi 1 ifadə edir. O da nə olacaq? 2 və 5. Düzgün cavab olacaq 2 və 5. Keçək 100 nömrəli suala. Qan yoğunluğu müəyyən edib, rəqəmlərə uyğun hərfləri düzməliyik, variantları düzməliyik. Deməli, yazaq burada 1-ə uyğundur, 2-ə uyğundur və 3-ə uyğundur. Burada yazıb ki, A, B, C, D, Y bir-birindən və sıfırdan fərqli rəqəmlər olarsa uyğunluğu müəyyən etməliyik. Bir-birindən sıfırdan fərqli rəqəmlərdirsə, deməli, bu alacaq 1 və 9 aralığındakı rəqəmlər. İndi baxaq görək, deyir, A-nın ala biləcəyi ən kiçik qiymət 5-dir. Baxaq burada, A-ya burada bəli 5 verirəm, bura 4 verirəm, bura 3 verirəm, bura 2 verirəm, bura 1 verirəm. Yəni, A 5-dən kiçik heç bir ədədi ala bilməz. Bu 1-ə uyğundur A. 2-ə uyğun. Deyir, C-nin ala biləcəyi ən böyük qiymət 9-dur. Bu 9 olsa, məsələn, burada 9 yazsam, məsələn, 1-ə uyğun olmazdı o. 1-də C-nin yerinə 9 yazsam, B-A gərək 10-11 ola, o da 1-9 arasındakı ədədləri almalıdır. C-nin ala biləcəyi ən böyük qiymət bu 3-də də olmaz. C ancaq burada 2-də 9 ala bilər. Burada 9 yazaram, burada istənilən, yəni 9-dan kiçik istənilən ədədləri yaza bilər. 2-ə uyğundur B.
3'ə və daha doğrusu C-yə. A-nın ən kiçik qiyməti 2 ola bilər. Uşaqlar, A-nı burada 2 verənmərəm. Gedər. A-ya burada 2 verərəm. B olar, bəli, 1. A-ya burada ən kiçik qiymət 2 versəm, 2-dən kiçik 1 yaza bilərəm. Düzdür? 2-dən deyir, A-nın ən kiçik qiyməti 2 ola bilər. Burada A-ya 2 versəm, bura gərək 1 verəm. Burada da C-yə heç nə qalmır. Buna bura bir dənə 2 verərəm. Bura böyükdür 1-dən. Ancaq C 2-yə uyğundur. 2 də ödəyir. Deməli, 2-yə uyğundur BC. C də getdi. B-nin ala biləcəyi ən kiçik qiymət 2-yə bərabərdir. Gəlin B-ni yoxlayalım. Görək 1-də, 2-də, 3-də hansında ödəyər. Deyir ki, B-nin ala biləcəyi ən kiçik qiymət 2-yə bərabərdir. Gəl baxaq. B burada 2 versəm, alınmaz. B-yə burada 2 versəm, B burada 1 də ala bilər, olmaz. B-yə burada bəli 2 versəm, bu C 1 olar. B-yə 1 verə bilmərəm, 1-dən kiçik heç nə yoxdur. Onda B-nin ala biləcəyi ən kiçik qiymət 2-yə bərabərdir. O da düzdür. 3-ə uyğundur. D. Qaldı bir dənə Y. Deyir, A-nın ala biləcəyi deməli, ən böyük qiymətlə ən kiçik qiymətin fərqi 4-dür. Baxaq, deyir ki, A-nın ala biləcəyi ən kiçik qiymət 5-dir. 5 yazdım bura. 5, 4, 3, 2, 1. A-nın ala biləcəyi ən böyük qiymət də 9-dur burada. 9, 8, 7, 6, 5. Belə düzə bilərik. Onda A ən böyük neçə aldı? 9 aldı. 9-dan da 5-i çıxaram, 4 qalır. 1-ə də uyğundur Y. 1-ə uyğundur AY. 2-ə uyğundur BC. 3-ə də uyğundur D. Belə inşallah.